Rəbbimizə şükürlər Çok olsun. şükür. Uca Allahın salamı, salavatı Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, onun əhli beyti, əshabından üzərinə olsun. Uca Rəbbimiz dualarımızı qəbul eləsin. Bu gözəl cümə günündə kimin nə istəyarsı varsa Allah Teala istəyini arzusuna çatdırsın. Çoxlu dualar eləyək. Rəbbimizə həmd olsun. Uca Rəbbimiz bu gözəl vətənimizi qorusun. Əmin-amanlığımız daimi olsun. Əskərlərimizi qorusun. Uca Rəbbimiz bu vətənimizi qorusun. Şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Allah Teala ölkə rəhbərimizi qorusun. İşlərini müvəffəq eyləsin. Uzun ömürlər bəxş eyləsin. Amin. Çağırın mı? Bəli, sonra? bəli. Yox, həll Həll oldu. oldu. Hı hı. İlk öncə Ramazanda sədəqə mövzusuna toxunmaq istəyərdim. Ondan sonra gözəl söhbətlərimizə başlayaq. Yəni, Ramazan ayı həqiqətən də sədəqə ayıdır, yəni yardımlaşma ayıdır. Kasıblara yemək yedizdirmək, imkansızlara yemək yedizdirmək. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Ramazan ayında çox səxavətli idi. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Ramazan ayında çox səxavətli idi. Hətta onun səxavətli olması külək kimi əsərdi. Yəni o qədər çox neyniyərdi, yardımlaşardı. Ona görə ən fəzilətli sədəqə Ramazan ayında verilən sədəqədir. Baxın, ən fəzilətli sədəqə Ramazan ayında verilən sədəqədir. Çünki savabı qat-qat nədir? Allah dərgahında artır. Yəni Peyğəmbərimiz də bu ayda çoxlu sədəqə verərdi. Peyğəmbərimizin sahabiləri, əhli beyti, kimin nə imkanı varsa kasıblara əl tutardılar. Misal üçün Ramazan ayında sədəqə vermənin əhəmiyyəti, sədəqənin böyüklüyü, həmçinin sədəqənin savabı digər aylardan əlbəttə çox üstündür və xüsusilə Ramazan ayı yemək yedirmə ayıdır. Yəni kasıblara yemək yedirmə ayıdır. Allah da Quran-ı Kərimdə ümumiyyətlə yemək yedizdirmək, əl tutmağı tərifləyir və üstəlik də Ramazan ayında. Ramazan ayı iftar ayıdır, Ramazan ayı Quran oxuma ayıdır. Baxın Allah buyurur Quran-ı Kərimdə biz ancaq Allahın rızasını, razını qazanmaq üçün deyir, yemək yedizdirdi və bunun əvəzində bir mükafat da nədir? Gözləmirik. Yəni Ramazan ayı bax budur, iftar, kasıblara əl tutmaq, fağırlara əl tutmaq, tək iftar deyil, yəni qida məhsuluna yardım eləmək, imkansız əl tutmaq. Ona görə də yəni Ramazan ayında sahabələr, salihlər hər zaman imkanı kimin var isə kasıbları yedizdirərdilər, əl tutardılar. Çünki bu ay ən əzəmətli ibadətlərin başında gəlir. Əlbəttə ki, oruc, həmçinin Quran oxumaq və bir də əlbəttə ki, yemək yedizdirmək. Yəni, bir insana, bir kasıba, bir imkansıza yemək yedizdirmək. Yəni, bu ayın xüsusiyyəti budur. Salihlər buna çalışardılar. Peyğəmbərimiz də bu ayda neyniyədi? Daha çox önəm verərdi. Yəni, bunu istədim toxunum ki, Ramazan ayında nə qədər yemək yedizdirsən, iftar verirsən, o qədər Allah dərgahında savabdır. Yəni, sən oruç tutursansa, hər dəfə kimisə yedizdirəndə bir oruc da üzərinə gəlir. Bəzən orucu 30-dur, 60-dır, 90-dır, 100-dür. Elə də insanlar var ki, bütün Ramazanın bütün günləri neyniyir? İmkansızlara və yaxud da ki, insanlara iftar verir. Həmçinin gözəl bir mövzuya toxunmaq istəyərdim. Dinləyicilərimiz bunu xahiş etmişlər bizdən. Duaların qəbul olmasına toxunacaq. Həmçinin kimlərin duaları qəbuldur, hansı dualar qəbuldur, necə edim ki, dualarım qəbul olunsun. Bir də var ki, zamanımızda, yəni bunu daha çox insan özünü müalicə eləməlidir. Buna deyirlər ki, pessimizm, yəni bədbinlik. Bədbinlik nə deməkdir? Yəni bunun yolları nədir? Çünki çox önəmlidir. Pessimizm həyatın mənfi və faciəvi tərəflərinə baxmaq və müsbət və ümidverici tərəfləri unutmaq deməkdir. Yəni həyatda ancaq mənfi tərəfləri görür, yaxşı tərəfləri görmür. Hər bir insanın həyatında gözəl tərəflər var. Sən niyə ancaq mənfi tərəfləri görürsən? Yəni pessimizm, bədbinlik. Bu insanın yalnız nifrət edilən tərəflərə baxmağa məcbur edən bir psixoloji haldır. Düşünün, 5 vaxt insan namaz qılır, yenə də görürsən ki, bədbindir. Bu şeyin, hər şeyin gözəlliyinə kölgə salır, sevincləri və xeyirxahlığı gizlədir. Beləliklə, insanın ruhu həyatla bağlı məyusluğa düşər olur. Yəni, heç bir şeydən həzz ala bilmir. Yəni, gözünüzdə yalnız bədbəxtlikləri görəndə ürək sıxılır, ruh zərbə alır və pessimizm xəyalı problemlər yaratmağa başlayır. Bu vəziyyət düşən dərin bir kədər, sıxıntı və tənhalıq içərisində yaşamağa özünü məcbur edir. Yəni, indiki zamanımızda ən böyük xəstəlikdir. Yəni, bunun üçün insanlar hər şeyə əl atırlar. Baxın, o yalnız günlərinin çətinlik və problemlər dolu olacağını gözləyir.
Pessimizm insana hakim olanda nə xoşbəxtliyin, nə də nailiyyətlərin dəyəri olur. Bu insanın şiddətdən sonra gələcək rahatlıq olan inancını əlindən alır. Biri demişdir ki, bu bir xülya və ilğim kimidir. Yəni ancaq pis tərəfi düşünmək, pis tərəfi görmək. Əgər bu davam edərsə, insanın həyatda sevincli yaşaması mümkünsüzdür. Belə bir vəziyyətdə insan yalnız məyusluq və vaxtın bitməsini gözləyir. Hətta özünə ölüm belə arzulayanlar var. Bunun, əlbəttə ki, bu böyük bir problemdir. Dinimizdə də bunun çözümü var, əlbəttə ki. Yəni, bunu bil ki, nədir bunun çözümü? Bir insan nəyə görə bədbin ola bilir və ya düşünür. Ola bilsin, başına gələn bir hadisə olsun və ya bir hadisə eşitsin. Amma ki, baxın, bil ki, səni yaradan və ruzu verən Allah sənin üçün yalnız xeyr olanı seçər. Ona görə də Allaha təvəkkül elə və uca Allahın bu kəlamı nəzərə al. Ona təvəkkül edənlər qoy ona güvənsinlər. Allaha güvən. Niyə hər şeyi pis düşünürsən, pis olacaq deyə? Həmçinin böyük savabı nəzərə al və səmimi təvəkkül edənlər üçün əbədi mükafat düşün. Allah hər şeyi görür və bilir. Odur ki, Allah haqqında yaxşı düşün. Peyğəmbərimiz deyir ki, Allah təala buyurur, mən qulumun haqqımdakı zənnə görə ona rəftar edərəm. Allahın rəftarı sənin Allah haqqında düşüncənə görədir. Özünə həmişə müsbət düşünməyə öyrət. Həyatda olan nemətləri say, çətinlikləri və kədərləri unut. Həmişə Peyğəmbərimizin bu sözünü xatırla. Möminin vəziyyəti heyrətamizdir. Hər bir iş onun üçün xeyirlidir. Bu yalnız möminə məxsusdur. Yəni Allah iman gətirənə məxsusdur. Əgər ona sevinç, yaxşılıq üz versə, şükr edər və bu onun üçün xeyir olar. Əgər yox, ona zərər versə, səbr edər, bu da onun üçün xeyir olar. Yəni, başına gələn bir hadisə də, əslində bir müsibət də, günahların kəffarət üçün, günahların silinməsi üçün səbəbdir. Ürəyini və ağlını arxayınlaşdır ki, iki seçimdə həmişə Allahın seçimi sənin üçün daha xeyirlidir. Biz çox şey seçirik, amma görsən ki, istədiyimiz olmur. Allahın seçimi deməli sənin üçün xeyirlidir. Belə düşünməsə, insan rahat ola bilməyəcək. Bu, həqiqətən əsrimizin ən böyük xəstəliyidir. Özünə belə de, sən bilmirsən. Bəlkə də bu çətinliklər səndən bəla və xoşa gəlməz şeyləri uzaqlaşdırmaq üçündür. Başına bir bəla gəlibsə, səbr edirsənsə, Allah təala bundan daha pislərini səni uzaqlaşdır. Etdiyin günahlarına görədir. Niyə bədmin olursan? Niyə? Sevincləri, uğurları və xoşbəxtliyi əldə etməyində niyə mənfi düşünürsən? Bəs niyə gözləmirsən ki, qarşıdakı şeylər daha yaxşı olacaq? Bədmin insan heç nə düşünmür. Gələcəyi düşünmür, sabahı düşünmür. Hər şey bunun üçün pis olacaq. Hansı ki, olmayıb. Pessimizm. Özünə belə de. Mən bilmədiyim bir şeyi bilə bilmərəm. Bəlkə də bu çətinliklər məndən daha böyük müsibətlər uzaqlaşdırır. Hər bir şey xeyirdir. Sevinclər, nailiyyətlər, uğurlar əldə edə bilmədikdə niyə pis zənn edirsən? Bəs niyə gözləmirsən ki, qarşıda daha yaxşı şeylər ola bilər? Gülə baxarkən onun tikanlarını görmə. Əgər qaranlıq gecə ilə qarşılaşsan, onun arxasında gözəl səhəri gözlə. Belə insanlar üçün bütün dünya qaranlıqdır. Hər şey qaranlıqdır. İşində həzz almaz, ailəsində həzz almaz. Hər şey pis, pis, pis. Ona görə nədir? Baxın, Allahın ən xeyli yaratdığı insan Muhammed ibn Abdullah, Peyğəmbərimiz, hətta fırtınanın ortasında belə nikbin idi. Çətinlikləri dəf edərək hər zaman qələbəni müjdələyərdi. Bu, ən çətin şəraitdə və hətta ən çətin durumlarda belə idi. Həmçin bil ki, uğur qazananlar, böyük insanlar, ixtiraçılar və kəşf edənlər tarix boyu sənin şərtlərinə bənzər, bəlkə də daha çətin vəziyyətlərdə olublar. Uğur elə-belə əldə edilmir ki, çətinlikdən keçiblər. Amma onlar pessimizmə məğlub olmadılar. Əksinə, nikbinliklə çətinliklərin arxasında rahatlıq gözlədilər və uğur qazandılar. Nəticədə irəliləyiş əldə etdilər və məqsədlərinə çatdılar. Belə düşünən pessimist insan heç bir şeydə məqsədinə nail ola bilməyəcək. Ona görə özünə dost olaraq fəallıq və nikbinliklə tanınanları seç. Tənbəllik, pessimizm, ümidsizlik və depressiya tanınan hər kəsdən uzaqlaş. Çünki onlar nədir? Hər kəs insanlara pis xəbərlər yaxşı olmayacaq.
səmimi dostlardan və səni ruhlandıracaq yaxın insanlardan dəstək və mənəvi motivasiya al. Problemlərdən qurtulmaq üçün qərarlı çalışmaq və ümidlə hərəkət elə. Əmin ol ki, kainatda hər şey Allahın izni ilə baş verir. Bunun mənasını Rasulullah sallallahu aleyhi və səlləm İbn Abbas ilə hələ balaca ikən, gənc ikən, yeniyetmə ikən söhbətində buyurmuşdur. Bil ki, əgər bütün insanlıq sənə bir fayda vermək üçün bir yerə toplansa, yalnız Allahın sənin üçün yazdığı qədər fayda verə bilərlər. Əgər sənə bir zərər vermək üçün bir yerə toplansalar, yalnız Allahın sənin üçün yazdığı qədər zərər verə bilərlər. Ona görə vəsvəsələri və xəyalları özündən uzaqlaşdır. Onların kökünü kəs, qarşılarına çıx və təkrar mübarizə apar. Məqsədə çatmaq üçün səy göstər, lakin bunu bədbinlik, kədər və narahatlıqla etmə. Keçmişdəki hadisələrə və ya səni üzüb yoldan saptıran xatirələrə ilişib qalma. Bəziləri niyə bədbin olurlar? Ancaq keçmiş xatirələr. Niyə başıma bu gəldi, niyə bayaq bu gəlmədi? Əksinə, sanki belə hadisələr heç baş verməmiş kimi davran. Allahın bərəkəti ilə dolu olan ümid və nişbinlik günləri ilə həyatına davam elə. Allahdan kömək dilə, dua et və bağışlanma istə. Səhər və axşam zikirlərini müntəzəm şəkildə yerinə yetir. Baxın, Peyğəmbərimizin səhər və axşam zikirləri həm insanı bədbinlikdən qoruyar, həm insanı cadudan qoruyar, sehirdən qoruyar. Çoxları bu zikri etmirlər. Səhər axşam zikirləri var. Peyğəmbərimizin etdiyi 20-yə yaxın zikirdir. Şərt deyil əzbərləmək. Telefondan da oxuya bilərsən. Şərt deyil hamısını oxumaq. Bir neçəsini oxuya bilərsən. Həmçinin Quran-ı Kərimi təfəkkürlə oxu və Allah'a çox zikr elə. Bu qəlbini genişləndirər, ruhunu rahatladar və səni sakitləşdirər. Çünki Allah buyurur ki, bilin ki, qəlblər yalnız Allah'ı zikr etməklə rahatlıq tapar. Həmçinin bunun yolu nədir? Özünü əvvəllər etmədiyin yeni işlərlə məşğul elə. Bu sənin bacarıq və qabiliyyətlərinin sərhədlərini genişləndirərək əvvəllər bilmədiyin şeyləri kəşf etməyinə kömək edər. Özünü faydalı işlərlə məşğul etməyə çalış. Bu keçmişdəki problemləri və sıxıntıları unutmağa kömək edər. Çətinlikləri fürsətlərə çevirməyə çalış. Çünki ağıllı insan itkiləri qazanca çevirər. Kədəri səadətə çevirməzsə, heç olmasa onu 2 qat bədbəxtliyə çevirməz. Heç olmasa bədbəxtliyə çevirmə bundan sonra. Səni bədbinlik, ruh düşkünlüyü və kədərə sürükləyən mühitdən uzaqlaş. Bu uyğun olmayan işin ola bilər və ya bədbin dostlar ola bilər. Ona görə kimlərlə oturub durursan, onun eyinə diqqət elə. Həmçin qorxulu xəbərləri izləmək və səni narahat edən ölüm, ağrı, müsibətlər və kədərlilərdən bəhs edən yazıları oxuma. Oxuyur, daha da bədbin olur bəzi insanlar. Niyə oxuyursan? Bunun əvəzinə sevindirici xəbərlər, uğur hekayələri, müvəffəqiyyətli insanlar həyatından bəhs edən məlumatları oxu, Peyğəmbərimizin həyatını oxu. Görəcəksən ki, Peyğəmbərimiz həyatında necə bu xəstəliyə qarşı mübarizə aparıb. Həmçin tək qalmaqdan, boş vaxt keçirməkdən, uzun müddət yalnız qalmaqdan uzaqlaş. Bunun əvəzinə gözəl insanlarla dostluq elə. Deyir ki, gözəl bir söz deyir. Baxın, bu hər şeyi bədbin düşünən insanlar, qorxuram, başıma bir hadisə gələcək, evladım. Baxın, deyir, qara eynəklərini indi çıxart. Çünki sən dünyanı qara görürsən ancaq. Və gözlərini həyatdakı müsbət şeylərə və gözəl düşüncələrə yönət. Unutma ki, həyatına sən öz baxışınla rəng qatırsan. Sənin həyatın öz fikirlərinin məhsuludur. Bunu bacarmaq lazımdır. Sevin ki, sabah daha gözəl olacaq. Çünki sən Allahın qoruması altındasan. O səni tək qoymaz. O səni qoruyur. Sənin ruzini davamlı verəcək. Hər şeydə ən yaxşısını, ən gözəlini gözlə. Çünki Allah Teala nikbinliyi sevir və nikbinlərə öz lütfündən bəxş edər. Bu yalnız Rəbbinin vədidir. Allah sizə öz lütfündən vəd edir. Allah hər şey əhatə edəndir və geniş lütufkardır. Baxın. Deyir ki, yəni bu belə insanların söhbəti. Deyir, göy üzü ağır və qaranlıqdır. Mən isə dedim, gülümsə. Ulduzların səmada parlaması üçün gülümsəmək kifayətdir. Dedi, işıq hanı və kim onu mənim üçün gətirəcək? Dedim, gülümsə. Çünki peşmanlıq itirilmiş gəncliyi geri qaytarmaz. Baxın,
İnsan belə olmalıdır. Mömin belə olmalıdır həyatda. Yoxsa heç bir şeydən nədir? Həzz ala bilməz. Belə yaşamalıdır insan. Yəni dinimiz bizlərə bunu buyurur. Yoxsa hər bir şeydə pis fikirləşmək, pis düşünmək, insan həqiqətən də həyatı yaxşı keçməz. Ona görə də gözəl düşünmək, gözəl fikirləşmək. Çünki sənin uca Rəbbin var. Baxın nə deyir? Deyir ki, gözəl bir faydalardan birisi, deyir ki, öz əqidəndən möhkəm ol, narahat olma, Allah haqqında gözəl zənn et, Allah rəhimlidir. Allah haqqında gözəl zənn etməyi, fəziləti haqqında bir bədəvi İbn Abbasdan soruşdu. Qiyamət günü bizi kim hesaba çəkəcək? İbn Abbas cavab verdi. Allah. Bədəvi dedi, Kəbənin Rəbbinə and olsun ki, biz necət tapacağıq. Çünki əgər kərim, lütufkar, səxavətli biri bir şeyə sahib olursa, onu deyib bağışlayar deyib. Amma bədgümanlıq, Allah haqqında pis zənn etməyi əsassız narahatlıq doğurur, nikbinlik isə gözəl zənn etməyə səbəb olur və mömin hər zaman Allah haqqında gözəl düşünməlidir. Allahın mərhəmətindən ümidinizi üzməyin. Peyğəmbər Yaqubun halını düşün. O oğlunu itirdi, sonra gözlərini itirdi, lakin səbr edənlərin halını bildi. Bütün bunlara baxmayaraq səbrini itirmədi. Bədən və qəlb xəstəliklərinin çoxu səbrin olmamasından qaynaqlanır zamanımızda. Səbirsizlikdən. Qəlblərin, bədənlərin və ruhların sağlamlığını qoruyan şey nədir? Səbir. Çünki səbir ən böyük şəfa verici vasitədir. Baxın nə deyir? Sizin Rəbbiniz geniş mərhəmət sahibidir. Qəlbini ümidlə doldur və aləmdən Rəbbi haqqında gözəl düşün. Çünki onun mərhəməti genişdir, o yaxşılıq edənlərə yaxındır. Yaxşılıq elə. İstəyirsən qəlbin sevincli olsun, gözəl düşünəsən, ged insanlara yaxşılıq elə. Zəkəriya hər dəfə, baxın, Zəkəriya hər dəfə onun, Məryəmin yanına mehraba daxil oldu da, mehrab nədir? Səcdə yeri. Onun yanında bir ruzi tapdı, Əl-İmran surəsi. Hər birimizin evində mehrab olmalıdır. Mehrab nə deməkdir? Yəni evin bir güşəsi. Oranı eləyirsən səcdəgah yeri. Ona toxunacaq. İslam dinində, yəni keçmişdə olub, amma zamanımızda unudulub. Deyirlər ki, məscidlərdə ev. Nə deməkdir məscidlərdə ev? Evin genişsə bir otağı namaz qılmaq üçün seçirsən və yaxud da ki, evin bir güşəsini. Ora qoyursan səccadəni, ora qoy bir balaca bir kartondan düzəldirlər, minbər, məscid, əzan, yəni belə və ya qiblə. Orada ibadət etsin. Ona deyirlər ki, mehrab. Əslində bu tərk edilmiş bir sünnədir. Bunu Peyğəmbərimiz edib sahabələrə toxunarıq. Hətta zamanımızda unudulub. Baxın, deyək ki, Zəkəriya hər dəfə Məryəmin yanına mehraba daxil oldu, yəni səcdə etdiyi yerə, onun yanında bir ruzu tapdı. Mehrab, nemətləri və ruzların ambarıdır. Əgər insan öz əməllərini Allah üçün ixlas edərsə, ona bol-bol nemətlər verirlər. Odur ki, çətinlik içində olanda mehraba yönəl, yəni səcdəgaha yönəl. Evində bir yer ayır. Qibləyə qoy səcdə, yəni bir, nə deyirlər, namaz qılmaq üçün bir səccadəni. Baxın, nə deyir altıla? Onlar yalnız Allah razı qaldığı sözləri danışırlar. Baxın, nə deməkdir bu? Niyyətlərini gözdən keçir və yatmazdan əvvəl yaxşı niyyətlər et. İnsanların çoxu bu niməti unuturlar. Yatmamışdan əvvəl pis fikir, pis niyyət yaxşı olmayacaq. Əksinə, yatmamışdan əvvəl gözəl niyyət et, sabah qalxacam, işlərim daha gözəl alınacaq, yaxşı işlər görəcəm. Çünki Allah pis niyyətləri qəbul etməz, yalnız yaxşılarını qəbul edir. Bunu belə insan bəzən bacarmır. Yatmamışdan əvvəl. Əgər biz ayrılar və Allahdan asılı olsaq, o öz geniş lütfündən bizə yetərdir. Ayə. Yəni daralmış hiss etmə. Əgər əlində olanın ən üstünündən ayrılmısansa, çünki bu ayrılıq səni daha geniş bir rahat yol aparır. Heç bir şeyə unutma. Narahat olma. Nuh bizi çağırdı və biz nə gözəl dualara cavab verənik. Ucaltı özünü tərifləyir. Bax, şiddətli çətinliklər zamanı kədər və bəla gəldikdə kimi çağırdığını bil. Çünki hər kəs sənin çağrışını eşitmir. İnsanlara deyil, ucalar ucasına. Firon ailəsi onu götürdü ki, o onlara düşmən və kədər səbəbi olsun. Kimi? Musa aleyhisselamı. Baxın, nə deyir fayda? Həmişə Allahın sənə verdiyi şeylərdə xeyir istə. Çünki bəzən sənə gələn şey əziyyət və məhv olma səbəbi ola bilər. Xeyrini istə. O halda
Mağaraya sığının, Rəbbiniz sizə öz mərhəbəndən yayacaq. Kəhf surəsi. Bəzən həyatda sənə məhv olma kimi görünən bir şey əslində sənin xoşbəxtinə səbəb ola bilər. Mağara sahibləri qaçıb gizləndilər. Allah da onları 309 il sonra diriltdi. Onların sözləri səni kədərləndirməsin. Bax, çox insanlar bu neymətdən məhrumdur. Biz onların gizlədiklərini və aşkar etdiklərini bilirik. Kim buyurur? Allah Teala. Nə deməkdir bu? Səni kədərləndirən və yoran şeylərin çoxu Allahın yardımı və lütfü ilə yüngülləşər. Bil ki, Rəbbin düşmənlərin niyyətlərini bilir və sən işini ona həvalə edib güvəndikdə səni qoruyacaq. Niyə narahat olursan? Xoşbəxtlik bir xülyə və ya xəyal deyil, nə də yalnız vəziyyətdən asılı deyil. O nikbinlik Allah haqqında gözəl düşünmək və səbirlə tələsmədən hərəkət etməkdir. Günəş batdıqda nikbin ol. Çünki axşam sənə xəbər verir ki, ümidin günəşi batmış olsa da yenidən doğacaq Allahın izi ilə. O qeyb arxasından doğacaq. Mümin belə olmalıdır. Bütün həyat boyu. Gülümsə, çünki ümid dərmandır. Narahatlıq isə əziyyətdir. Nikbinlik isə yenidən qovuşmaq üçün bir ümiddir. Yatmazdan əvvəl bil ki, gün gəldi və keçdi. Sevinc də, kədər də geridə qaldı. Bax, çoxları bunu bacarmırlar eləməyə. Həyatda çox şey yapılar. Amma artıq ki, başını yastığına qoydun, artıq unut. Keçən keçdi. Keçənləri olanları düşünərək niyə özünü yorursan? Yatmazdan əvvəl bil ki, gün gəldi və keçdi. Sevinc də, kədər də yerdə qaldı. Sabahın daha gözəl olacağına ümid et. Çünki Allahın izni ilə arzuların reallığa çevriləcək. Bax, mümin belə ümidli olmalıdır. Nə deyir Allah Quran-ı Kərimdə? Bəlkə də xoşunuza gəlməyən bir şeydə Allah sizin üçün çox xeyir qoymuşdur. Əgər Allah xeyir deyibsə, bu sənə kifayətdir. O halda çoxlu xeyir necə? Çünki altı buyur ki, çox xeyir verər deyir. Xeyir demir. Qəza və qədər səni hara aparırsa aparsın, həmişə nikbin ol. Çünki sənin üçün nə gələcəyini bilmirsən. Kədər qəriblərdə daimi qalmaq üçün yaradılmayıb. O yay fəslindəki bulud kimidir. Biraz qalıb sonra gedər. Ümidsiz olma. Çünki o mütləq keçib gedəcək. Allahı unutmayan və ona güvənən biri ol. Dünyada kədərə layiq heç nə yoxdur. Baxın, nə gözəl bir söz. O halda həyatını yaşa və kədərə yer vermə ki, o sənin meydanında çadırını qurmasın qəlbində. Çünki həyat gözəllik, xoşbəxtlik və Rəbbinə yaxınlaşmaq üçün fürsətdir. Ümidsiz olma. Çünki ümid çırağı sönməməlidir. Ümidli olan insan Allah dualarını qəbul edər. Qaranlıqlar daimi deyil və səbir ağacının mütləq gözəl meyvələri olacaqdır. Allahdan kömək dilə, çünki o çətinlikdən sonra asanlıq və genişlik verəcəkdir. Narahatlıq və gələcək qorxusu onu dəyişdirməz. Lakin Allahın verdiyi nemətlərin qarşısında rahatlıq tap. Keçmişə görə Allah'a şükür et, gələcək üçün ondan yardım istə, yaxşılığa yönəl və həyatında uğur qazanmaq üçün Rəbbinin köməyinə güvən. Yusuf, baxın, bu çox önəmlidir. Həqiqətən insan oxuyanda daha çox ümid olur. Yusufun qardaşları onu öldürmək istədilər. Lakin bacarmadılar. Sonra onu qul kimi satdılar. Amma o Misrin əzizi oldu. O halda insanların planlarından narahat olma. Çünki Allahın iradəsi hər şeydən üstündür. Yetər ki, sən Rəbbinə güvən. Baxın, nə deyir alimlərdən biz Mərvazi? Bəla insanın danışdığı sözə bağlıdır. Və belə deyir. Yusuf nə demişdi? Ey Rəbbim, mənə zindan daha xoşdur imtihan ediləndə. Deyir ki, əgər desəydi ki, sən zindan istədin, biz də sənə zindan verdi. Əgər salamatlıq istədin, sənə onu verərdi. Sözlərdir, danışığa bağlıdır. O sözünə görə belə imtihan edilir Peyğəmbər. Əgər haqsızlığa məruz qalsan və qəlbin daralsa, bil ki, Allah səni gözləyir və səni hiss etmədiyin yerdən səni qoruyur. Çünki o Yusufu onun xalqı arasındakı təmizliklə, Musanı günahsız bir qaçışla və Məryəmi beşikdə olan möcüzəvi uşağın, yəni İsa Peyğəmbərin danışığı ilə bəraət qazandırdı. Allahın əlindədir hər şey. Və onlardan üz döndərdi və dedi, ah Yusufim, və kədərdən gözləri ağardı kimi Yaqub Peyğəmbər. O tək başına kədərini yaşamaq üçün onlardan üz çevirdi. Göz yaşlarını gizlincə sildi, amma göz yaşları yanağından süzülürdü. Çünki biz bəzən ağrılarımızı və acılarımızı gizlətməyə çalışırıq, lakin göz yaşlarımız bizi ələ verir. Peyğəmbər belə ağlayıb. Amma neynədi? O şikayətini ancaq Allaha elədi, insanlara deyil.
Deyir ki, şərəfli və ləyaqətli insanlar kədərlənəndikdə bu yalnız Allah üçün olmalıdır. O halda həmişə Allahı tərifləyin. Çünki hər vəziyyətdə yalnız ona güvənmək lazımdır. Allahı unutma. Yoxsa Yusufun qardaşları kimi qorxulu və ya həlak olanlardan olarsan, deyir. Sonunda kim məğlub oldu? Yusufun qardaşları. Həmişə yəni qədərin xatırlatmalarına qarşı ehtiyatlı ol. Çünki onlar sənə ağrıları və birlikdə kədəri gətirə bilər. Keçmişləri deyir, xatırlama deyir. Yusufun atasına söylədiyi, ey atam, mən yuxuda gördüm ki, sözlərindən sonra onun həyatına imtihanlar gəldi. Qarşısına çətinliklər çıxdı. Lakin səbrin nəticəsi yüksəliş, güc və müjdə oldu. Bu sözlər Yusufu, bu mənim yuxumun təfsiri dediyi zaman təsdiqini tapdı. Baxın, onlar Yusufu ucuz bir qiymətə satdılar. O boyda Peyğəmbəri ucuz bir qiymətə satdılar. Sənin həqiqi dəyərini insanların sənə baxışı dəyişdirməyəcək. İnsanlar Yusufu sadəcə bir mal kimi ucuz qiymətə satdılar, əşya kimi. Amma o Misirin əzizi oldu. Yəni sən Rəbbinə güvən. İnsanlara deyil. Baxın. Yusuf ucuz bir qiymətə satıldı, bəli. Yəni insanlar sənin qədrini anlamasa belə, buna görə kədərlənmə. Əsas olan odur ki, sən Rəbbinin yanında nəsən. Yusuf Peyğəmbər idi Rəbbinin yanında. O istədiyini kəslərin dərəcələrini yüksəldər. Ən'amdan surəsi. Allah Yusufu neynədi? Misirin əzzə elədi. Amma onun əvvəlcə quyunun dibinə atıldı. Bu o deməkdir, bəzən sənin düşüşün yüksəlişin səbəb ola bilər. Qorxma. Bu dəfə əlindən çıxıb ola bilər ki, Allah təala səni bu düşüşlə yüksəldəcək. Yusufu yüksəltdi. Baxın, nədir Musanın yoldaşları? Biz mütləq yaxalanacağıq. Yəni Firon ordusuna gələndə. O isə dedi, xeyr, əsla. Yəni ümidsizlik, məyusluğu dostlarının və sevdiklərinin qəlbinə yeritmə. Əksinə, sən onların ümid çırağını yandıran biri ol. Necə ki Musa dedi, xeyr, həqiqətən mənim Rəbbim mənimlədir, o mənə yol göstərəcək. Nə deyir? Heç kəs sabah nə qazanacağını bilmir, Loğman surəsi. Bilmirsən, bəlkə sabah sənin halın düzələr, çətinlik aradan qalxar və Allah səni rahatlığa qovuşdurar, ona güvən, ondan yaxşılıq və mərhəmət dilə. And olsun, səhər nəfəs aldığı zaman, Təkvir surəsi. Yəni, ey qaranlıq gecənin ardınca sübhün işığını görən insan, sevin. Çünki hər çətinlik ardınca mütləq rahatlıq vardır. Keçmiş günlərə qayıdıb yeni bir başlanğıc yaratmaq imkanı yoxdur. Amma bu gündən başlayaraq gözəl bir gələcək inşa edə bilərsən. Ona görə də təslim olma kədərə. Çünki sən irəliləyəcək ya da geriləyəcəksən. Altıra buyurur, sizdən kim irəliləmək ya da geri qayıtmaq istəyərsə, baxın. Ona görə nə deyirlər? Ruhun rahatlığı 4 şeydədir. Mal dövlət sərvət barədə həddindən artıq narahat olmaqdan çəkinmək. Allahın ruhusu ilə qənaət bəxş ol. Başqalarının sahib olduğu şeylərə baxmamaq. Başqalarını bağışlamaq ki, qəlbin paxıllıqdan təmizlənsin. Sahib olunanın dəyərini bilib, onlardan zövq almaq. Bu 4 şeydir, ruhun rahatlığı deməkdir. Onlar dedilər, həmd olsun Allaha ki, bizdən kədəri uzaqlaşdırdı. Kim demişdi bunu? Cənnət əhli. Ey kədər və yorğunluq çəkən insan, cənnətdə Allahın izni ilə bütün kədərlər yox olacaq. Allah bilir, siz isə bilmirsiniz. Baxın, bütün qədərlər Allahın elmində xeyir üçün təqdir olunmuşdur. İstər nəfsin ona razı olsun, istər olmasın. Hər bir şeydə xeyir var. Səcdə et və ona yaxınlaş. Vəscud vaqtarib. Yəni nə deməkdir o? Yerə səcdə edərkən göyə yaxınlaşırsan. O zaman qəlbin genişlənəcək və Rəbbin sənin dualarını cavab verəcək. O Rəbbinə sakit səslə yalvardı. Məryəm surəsi. Dua edərkən səsini yüksəltməyə ehtiyac yoxdur. Çünki Allaha təvazükar və sakit yalvarmaq səmada qapıları açan bir pıçıltıdır. Və göyə bax, necə yüksəldilmişdir.Ğaşiyə surəsi. Göyün genişliyi bizi düşündürür və bizə xatırladı ki, onun üzərində Rəbb var. Eşidən, görən, ruzu verən, şəfa bəxş edən, mərhəmət edən, arzularımızın həyata keçməsi üçün bizim üçün möcüzə olsa da Allah üçün sadədir. Allah həmd olsun deməyi bil. Özünə həmişə axşam zikirlərini oxumağa öyrət. Çünki bu zikirlər şeytanı qovur, çətinlikləri dəf edir və qəlbə rahatlıq və səmadan sakitlik bəxş edər. Əgər Allaha dua edirsənsə, yalnız duanın qəbul olunmasını gözləmə. Dua ilə birlikdə nikbin yaşa və Allah haqqında gözəl düşün. Çünki bu inam duanın qəbul olunması üçün ən güclü açardır. Bax, belə olmalıdır. Xoşbəxtliyi
şəfadan sonra gəldiyini, göz yaşlarından sonra gülüşün gəldiyini görürsən, bil ki, çətinliklərə dözüb gözəl düşünərək Allah haqqında böyük bir inanc sərgiləmsən. Rəbbin adını səhər axşam zikr eylə. Çünki zikirlər səma tərəfindən sənə verilən bir qoruma vasitəsidir. O hər cür bəladan və fəlakətdən sipərdir. Allahın Rəbb olduğuna inam və ona olan güvən, zərərin dəf olunması və şəfa tapmaq üçün böyük bir nədir? Səbəbdir. Ey çətinliklər və müsibətlər içində boğulanlar, əllərinizi gecənin qaranlığında səmalara qaldırın və aləmlərin Rəbbindən xeyir və bolluq müjdəsi gözləyin. O göylərdən yerə qədər olan bütün işləri idarə edir. Allahın sənin üçün qurduğu plan sənin gözləndiyindən daha sürətlidir. Sadəcə olaraq nikbin ol, yaxşı düşün, Rəbbinə güvən. Səhər və axşam zikirlərini qoruyub saxla ki, göyün Rəbbinin himayəsində olasan. Çünki bu zikirlər heç vaxt itirilməyən cömərd və səxavətli Rəbbə verilmiş bir əmanət kimidir. İstiğfarı, bağışlanmayı dilə çoxalt. Çünki o günahların yükünü yüngülləşdirir, qəlbi rahatladır, əziz və bağışlayan Allah razı salır, ruzunu artırır və göydən sənə bolluq yağır. Allahın himayəsində altında olduğuna inamını artır və səma tərəfindən gələcək xeyir və bolluğa hazır ol. Nə deyir? Sizin ruzunuz və sizə vəd olunan şeylər göydədir. Zariyat surəsi. Əgər ruzu sənə gəlib çatmayıbsa, kədərlənmə. Çünki aləmlərin Rəbbi əgər sənin üçün bir şey yazıbsa, o mütləq sənə yetişəcək. Məyər Allah öz barəsində, məyər Allah öz bəndəsinə kifayət deyilmi? Baxın, bu ayəni hər zaman şüarın olsun. Sənin Allahın Rəbbinə olan itaətin qədər sənə yetərlilik veriləcək və bəlalar səndən uzaqlaşacaqdır. Nə qədər bağlısansa, o qədər Rəbbin sənə kifayət olacaq. Nə demək kifayət? Allah səni öz qoruması altına alacaq. Baxın, nə deyir? Əgər onlar doğru yola möhkəm olsaydılar, biz onlara bol-bol su endirərdi, neymətlər endirərdi. Xeyir və bolluq əldə etməyin qısa yolu nədir? Qulun Rəbbinin əmrlərinə itaət edərək düzgün yolda sabit qalması. Baxın, nə deyir? Elə bir şey yoxdur ki, onun xəzinələri bizim yanımızda olmasın. Allah təala buyurur. Əgər gözlərin başqasının əlində olanlara dikilirsə və qəlbin sənə çatmayan və səndən uzaqlaşan şeylər üçün narahat olarsa, o zaman əllərini göyün Rəbbinə qaldır. Çünki onun xəzinələri bundan daha böyükdür. Sübh vaxtı Allaha dua et. Ondan kömək istə və israrla yalvar. De, ey əbədi və qadir olan Allah, səndən başqa ilah yoxdur. Sənin mərhəmətinlə səndən kömək diləyirəm. Allah sənin üçün səmaların qapılarını açacaq. Əgər insanlar səninlə dərdlərindən danışarlarsa, onlara ümidlərindən bəhs et. Əgər ümidsizliyin qaranlığından şikayət etsələr, onların gözlərini ümid buludlarına yönət. Mömin belə olmalıdır. Allahın mərhəmətindən yalnız deyil, kafir qövm ümidsiz olar. Yusuf surəsi. Neçə qüssə bir rükət namazla yox olub, neçə ağrı bir damla göz yaşı ilə yüngüləşib. Mömin bədənində, ailəsində, malında çoxlu çətinliklər qarşılaşar. Bu isə onun günahlarının bağışlanması, onun dərəcəsini yüksəldir. Mömin deyir, bir əkin məhsul kimidir, deyir alimlərdən birisi. O saf, təmiz qəlblər nə qədər gözəldir ki, onlar paxıllıqdan uzaqdır və anaların, övladlarının sevgi ilə qəbul etdiyi kimi başqalarının səhvlərini də səssizcə qəbul edirlər. Hətta bu səhvlər onların yükünü ağırlaşdırsalar belə, onlar yenə də başqaları haqqında yaxşı düşünür və xeyirxahlıqla hərəkət edirlər. O kəslərdən ol ki, başqalarının səhvlərini böyütməyə deyil, onların bağışlanmasına deyil, çalışarsan. Baxın, mömin belə olmalıdır. Bizim Rəbbimiz var. Niyə üzülməliyik? İnsan bu ayələri oxuyur, düşünür, qəlbinə sevinç gəlir. Ucalar ucası bir şey ol deyər, olar. İnsan belə olmalıdır. Həmçinin baxın, Peyğəmbərimizin toxunmuşduq kasıblara yardımından, yəni insanlara yardımından. Baxın, Peyğəmbərimiz deyir, hər zaman onları soruşardı. Fağır insanları. Onların halını soruşardı. Hətta onlar xəstə olanda onları gedib ziyarət edərdi. Peyğəmbərimizin məscidini təmizləyən bir qara dərli bir qız var idi. Kölə. Xəstələnmişdi. Peyğəmbərim dedi ki, o dünyasını dəyişsə mənə xəbər verin. Gecə dünyasını dəyişdi. Gecə də dəfn etdilər. Peyğəmbərimizi qaldırmaq istəmədilər. Səhər açılanda dedi, nə olub? Dedi ki, filan kəs dünyasını dəyişdi. Mənə niyə icazə vermədiniz? Dedi, ey Allah Rasulü, istəmədi səni qaldıraq.
Peyğəmbərimiz getdi deyir qəbrinin yanına deyir. Biz də arxasında səhv durduq. Ona deyir cənazə namazı qıldı Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Yəni Peyğəmbərimiz üçün fərq yox idi. Hər kəs nə edərdi? Sevərdi. Baxın deyir, fağır insanlara necə önəm göstərərdi. Abdullah ibn Məsud deyir ki, bir gün gecə qalxdım deyir. Peyğəmbərimizlə Tabuk döyüşündəyik. Gördüm ki deyir, uzaqdan düşərgənin bir tərəfindən atəş yanır. Yaxınlaşdım, gördüm ki Peyğəmbərimiz, Əbubəkr, Ömər deyə sahabələr. Sən demə deyir, Abdullah Zulbəcədin Muzəni dünyasını dəyişib. Zulbəcədi nə deməkdir? 2 parça sahibi. O qədər kasıb idi ki, heç bir şey yox idi. Parçanı bölmüşdü, birini belinə bağlamışdı, birini çiyninə atmışdı. Dünyasını dəyişmişdi deyir. Peyğəmbərimiz oturmuşdu, onun qəbrini qazıyırdı deyir. Sonra deyir, neynədi? Peyğəmbərimiz dedi ki, qardaşınızı endirin. Endirəndən sonra dedi ki, Allahım, mən ondan razı qaldım, sən də razı qal. Abdullah Məsud ki, kəşdi onun yerində mən olardım deyir. Peyğəmbərimizin o duasına nail olardım. Peyğəmbərimiz deyir ki, mən ondan razı qaldım, ey Rəbbim, sən də ondan nə deyir? Razı qal. Nəyə görə Zulbəcədin deyirlər ona? Qövmü ona İslamı qəbul etməyə icazə vermirdi. Hər şey əlindən aldılar. O da qaçdı. Gələrkən deyir, heç bir şey yox idi. Bir cod parça var idi deyir. Onu bölmüşdü deyir. 2 yerə deyir. Birini belinə bağlamışdı. Birisi çiyninə atmışdı. Peyğəmbərimiz görən dedi ki, bu Zulbəcədindir. Yəni o sərt parçanın sahibi. Elə ləqəblə də qalmışdı. Peyğəmbərimiz gözəl ləqəblər verməyi insanlara sevərdi Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Həmçinin baxın Peyğəmbərimiz necə gözəl insan olub. Kim ona xidmət edibsə ona dua edərdi. Ona bir şey verməyə çalışardı. Bir gün Rabiə deyir ki, Peyğəmbərimizə xidmət etdim. Gündüzlər ehtiyacına kömək edərdim. Peyğəmbərimiz işa namazından sonra gedərdim qapısında deyir, hətta gözləyərdim. Yenə də bəlkə dəstəmaz alacaq. O deyəndə ki, Subhanallah, Subhanallah, Subhanallah və bihamdihi, deməli nədir? Peyğəmbərimiz yatmağa hazırlaşır. Qayıdırdım evmədir. Bəzən də olurdu ki, elə qapısında deyir, yuxuya gedib qalardım, Peyğəmbər məni qaldırardı. Peyğəmbərimizə xidmət edir. Bir gün mənim bu halımı gördü deyir. Dedi, ey Rabiə, istə verim. Peyğəmbərin qapısında yatıb düşünün. Nə bir gözəl bir insan. Dedim ki, ey Allah Rasulü, düşünərəm, sonra sənə deyərəm. Düşündüm deyir. Dünya neməti nə edirəm ki deyir. Dünya olsa ki, fanidir deyir. Yəni, mənə çatan ruzi kifayətdir. Deyəcəm ki, axirət istəyirəm. Bir gün keçdi. Ey Rabiə, neynədin? Dedim, ey Allah Rasulü, düşündüm. Nədir? Dedi ki, Allaha şəfaatçı olacaqsan, qiyamət günü məni cənnətə qoyacaq və səninlə bərabər cənnətdə bir yerdə olacam. Peyğəmbər baxdı, dedi ki, kim sənə bunu öyrədib? Dedim ki, özüm. Dedi ki, bəlkə başqa bir şey istəyirsən. Dedim, yox, onu istəyirəm. Yəni, Peyğəmbərimizlə bir yerdə olmaq. O zaman düşündü deyə bir gün dedi ki, o zaman öz nəfsinə çoxlu səcdələrlə yardım eylə. Yəni, çoxlu səcdə edənlərdən ol. Mənimlə bərabər olmaq istəyirsənsə, çoxlu nədir? Səcdə edənlərdən ol deyir. Baxın, Peyğəmbərimiz həmçinin kasıb insanı o qədər sevərdi ki, onları tərifləyərdi. Baxın, nə deyir? Səhl ibn Səidi. Bir gündə Peyğəmbərlə dayanmışdım. Dedi ki, filan kəs haqqında nə deyirsən? Keçib getdi. Dedim ki, ey Allah Rasulü, kimin qapısına elçi getsə, qız verirlər. Kimə şəfaatçi olsa, şəfaatçilik, vasitəçilik qəbul edər. Sözü deyilsə, eşidilər. Sustu deyir Peyğəmbərimiz. Sonra fağırlardan birisi keçdi. Dedi, bu haqqında nə deyirsən? Dedim, ey Allah Rasulü, bu fağırlardandır. Kimin qapısını döysə, heç kimsə qız verməz. Sözü dilənməz, vasitəçi ola bilməz. Dedi, bu yer üzərində olan, içərisində olan hər şeydən xeyirlidir. Çünki iman sahibidir. Peyğəmbər necə dəyər verir kasıblara. Deyir, bu insan özü yer içərisində dolu olan bütün xeyirlərdən üstündə Allah dərgahında. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə edərdi? Sonra dedi ki, bir gün Əbu Zər, ey Əbu Zərdir, zənginlik nə deməkdir? Soruşur. Dedim, bəli, ey Allah Rasulü, zənginlik, mal mülkün çox olması. Fağırlıq nə deməkdir? Dedi, mal mülkün az olması. Dedi, xeyr, zənginlik qəlbin zənginliyidir. Qəlbi zənginlik, qənaətbəxş. Fağır isə qəlbi fağır olandır. Yəni, heç bir şeydən nədir? Doymurdu həyatda. Baxın, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə bir insan idi. Yəni, onlara yardım edərdi, həmçinin onları sevərdi. Çoxdur Peyğəmbərimizin belə rivayətləri. Hətta Peyğəmbərimiz, baxın, o qədər sevərdi ki, onları bir gün dedi ki, Ebğuni duafəikum, zəiflərinizi, fağırlarınızı gətirim mənim yarıma. Niyə? Fə innəmə turzaquna və tunsaruna bi duafəikum. Çünki Allah təala sizlərə ruzinizi, yardımı onlara görə verir. Onların dualarıdır.
Allah sizi həlak etmir, ruzi endirir səmadan, yardım edir. Onları mənim yanıma gətirin ki, onlarla yardım dilim. Hər zaman mənim yanımda olsunlar deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Yəni çünki nəyə görə onların duaları deyir, qəbuldur. Nəyə görə Allah bu ümmətə deyir, onların deyir duası, onların namazları, onların ixlaslarına görə yardım edir deyir. Sən də istəsən Allah sənə yardım etsin. Kasıb insan görəndə ona əl tut, yardım eylə, öz yeməyindən yedizdir və çoxlu əl tut. Baxın, nə deyər Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? Ramazan süfrələrində kasıblar olsun. Nə deyər Peyğəmbərimiz? Şərru ta'am, ta'amul valimə. Ən şərli qonaqlıq bilirsiniz hansıdır deyir? Orada deyir, zənginlər var, kasıblar yoxdur deyir. Hansı ki, ehtiyaclar olanlar dəvət edilməyib. Ona görə sahillər nə inəyərdilər? Ola bilər insanın yanında zənginlər var, əlbəttə ki. Amma kasıbları da nə inəyərdi? Bu Peyğəmbərimizin kəlamından çıxmaq üçün məclislərində kasıbları da nə inəyərdilər? Dəvət edədilər ki, Rasulullah sallallahu əleyhi və səlləm deyir, belə deyib deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Yəni kasıbları çağırardılar. Baxın, həmçinin nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? Əgər deyir, onlara verməyə də bir şeyin yoxdursa, ən azından gözəl danış. Qavlun ma'rufun və məğfiratun xayrun min sadaqatin yetba'uha əzə. Deyir, gözəl söz, bağışlanma, o sədəqə ki, minnətə qoyur, ondan xeyirlidir. Yəni, sədəqədən sonra minnətə deyir, qoyulmaz deyir yəni. Yəni, o gözəl danışmaq onların deyir, hamısından nə deyir? Buyurur Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə deyir? Xeyirlidir. Rəbbimizə həmd olsun. Peyğəmbərimizdən danışarkən insan həqiqətən çox sevinir. Peyğəmbərimizdən sabah toxunarıq Allahın izni ilə. Ər-rəculun nəbil deyir. Yəni, nəcabət insan. Necə olub həyatında. Yəni, həqiqətən də möhtəşəmdir Peyğəmbərimizin həyatı. İnşallah onları da toxunarıq. Uca Rəbbimiz dualarımızı qəbul eləsin. Amin. Rəbbimiz dualarımızı qəbul eləsin. Həqiqətən də çox gözəl vaxtlardır. Oruc vaxtında dualar qəbuldur. Rəbbimizə həmd olsun. Daha çox artırmalıyıq dualarımızı. Həmçinin dua vaxtında əlbəttə ki, Allah təala qullarını cəhənnəm atəşindən oruc vaxtında da, iftar açılanda da cəhənnəm atəşindən azad edər. Baxın, deyir ki, gözəl bir fayda. Deyir ki, dünyanın sərvətini və axirətin xəzinəni istəyənlər üçün. Bunun bir nəfərin hadisəsini danışır özü. Allahın mənə bəxş etdiyi nemətlərlə biri də odur ki, mən bir nəfər danışır. Yəni, Wall Street'in ən nüfuzlu şəxslərindən biri olmuşdum, deyir. Bunun sayəsində dünyanın ən böyük şirkətlərindən səhmdarlar almağa davam etdim. Amazon, Google, Microsoft, Apple, Facebook və s. Bunu danışan bir müsəlman danışır. Yəni, onların hesabatlarını oxuyur, hətta ilk konferanslarında səs vermə hüququna malik idim. Böyük sərvət qazanmaq və uğur əldə etmək asan deyil, lakin bu riyazi tənlik mənim üçün həmişə işlək oldu, heç vaxt məni uğursuzluğa düçar etmədi. Bir gün iş problemlərinin, iqtisadi durğunluğun və qlobal maliyyə bazarındakı böhranların yığıldığı bir neçə həftədən sonra baş verən bir hadisəni xatırlayıram, özü danışır. O gün iş günündən sonra evə gedirdim, özü problemlər olan vaxtları. Birdən bir yaşlı qadın gördüm. O səssizcə bir küçədə 4 yol ayrıcında dayanmışdı. Külək onun paltarını titrədirdi. Onun halı pərişan idi, lakin o özünə qarşı qürurlu idi. Gözlərim onun gözlərinə sataşdı və sanki o ətrafındakı insanların çoxluğuna baxmayaraq onlardan heç bir xeyir görmədiyinə görə təəssüf edirdi. Pul qabını çıxardım. İçində yalnız bir əskinas var idi, böyük bir məbləğ. Ondan başqa heç bir pulum yox idi o anda və yüksək məbləğ idi. Bu yoldan keçən bir dilənçiyə verilən puldan deyildi. Hətta onu iki yerə bölüb yarısını da verə bilmirdim. Pul qabını cibimə qaytardım, yolu keçərək ona məhəl qoymamağa çalışdım. Lakin içimdə bir çağırış məni dayandırdı, diqqətimi çəkməyə məcbur etdi. Geriyə baxdım. Onun üzünü görmədim, amma səmaya doğru səssiz bir dua edirdi. Başqa bir çağırış məni geri dönməyə vadar etdi. Ona sahib olduğum hər şeyi yeganə əskinası vermək üçün. Onu aldı, qiymətinə baxmadan və ya ona diqqət yetirmədən sadəcə gözlərimə baxdı, gülümsədi və dualar etməyə başladı. Bunu deyir, bir vaxt keçdi. Lakin yeni günün səhəri ofisə yola düşdüm. Son dövrdə iqtisadi böhrana görə sevindirici xəbərlər almadığım üçün bu mənim adətimə çevrilmişdi. Ancaq həmin gün mənə xəbərlər gəldi. Elə bil ki, qapılar açıldı. Bağlanmış
müqavilələr tamamlandı, yeni qapılar açıldı, səhim dəyəri yüksəldi. Mərhəmətli Allah qarşısında şükür səcdəsinə qapandım deyir. Sadəcə olduğum zaman o yaşlı qadının görüntüsünün gözümün önünə gəldi. Səcdədə olduğum zaman. Onun görüntüsü dualarımı qarışdırdı. Sözlərimi, dilim topuq vurdu. Dualarımda onun təsvirini silməyə çalışdım, lakin bacarmadım. Onun incə baxışı və təbəssümü məni əhatə etdi. Onun səmimi duaları məni sakitləşdirdi. Səcdəmdə sükut mənə üstüm gəldi. Təslim oldum. Və içimdə pıçıltı ilə öz-özümə dedim. Əslində o sənə sədəqə verən şəxs idi. Əslində o sənə sədəqə vermişdi. Yəni bir sədəqədən sonra Allah təala nədir? Bütün deyir, qapıları deyir mənə açdı deyir. Öz-özümə dedim ki, deyir, əslində sədəqə verən elə məhz o insan olub deyir. Düşünün. O mənə sədəqə verib ki, ona yardımın sayəsində Allah təala mənə neynədi? Qapını açdı. Ona görə də yəni sədəqə, əl tutmaq, bax bu deməkdir. Və xüsusən də ki, əgər bunu Ramazan ayında edirsənsə, düşünün Allah dərgahında onun savabı nə qədər də böyüdür. Dua mövzusuna toxunmamışdan əvvəl bir şeyə toxunum. O mövzuya əlbəttə qayıdacaq. Yəni bugün toxunacaq. Duanı necə edim? Kimlərin duası qəbuldur? Dua edərkən necə edim? Amma bir şey mənim gözəl diqqətimi çəkdi. Yəni həqiqətən də gözəl bir hadisə. Qeybi bilmək yalnız Allaha aiddir. Qeyb ilmi yalnız Allah Teala'ya məxsusdur. Uca Allah bu haqda belə buyurur. Göylərdə və yerdə olanlardan heç kəs qeybi bilməz. Ancaq Allah bilər. Onlar nə vaxt diriləcəyini də bilməzlər. Nəml surəsi. Başqa bir ayədə qeybin açarları onun yanındadır. Onlar ancaq o bilir. Qurandakı dəlili açıq-aşkar göstərir ki, Allah Teala qeybi bilmə xüsusiyyətini yalnız özünə məxsus etmiş və bu biliyi yaratdıqlarına verməmişdir. Ancaq peyğəmbərlərinə bildirmişdir. O da bəzi gələcəkdə baş verən hadisələri. Allah Teala bəzi rəsulları bu qaydadan istisna edərək onlara qeybdən müəyyən məlumatları vəhy vasitəsilə bildirmişdir. Bu onların peyğəmbərliyinə bir dəlil və möcüzə olaraq verilmişdir. Allah Teala buyurur, qeybi bilən odur. O qeybindən heç kəsi agah etməz. Yalnız razı qaldığı elçilər istisnadır. Onların qarşısında və arxasında gözətçilər qoyar, yəni mələklər qoruyar. Buna görə Peyğəmbərimizin öz həyatında görmədiyi və ya müşahidə etmədiyi qeybi hadisələr barədə xəbər verəndə bu ancaq Allahın vəhi ilə olmuşdur. Bu onun doğruluğunun və peyğəmbərliyinin bir sübutudur. Allah buyurur, o Peyğəmbər öz istəyi ilə danışmır. Onun dedikləri yalnız vəhidir. Ona vəhy edilən bir kəlamdır. Baxın, hansı məsələ? Uveys Əl-Qarni. Kimdir Uveys Əl-Qarni? Tabinlərdən biri, ən xeylisi. Yəni sahabiləri görüb. Əbu Əmr Uveys ibn Əmr ibn Əl-Məlik Əl-Murad qəbiləsindən. Zahirli və təqva sahibi dövrünün ən böyük övliyalarından biri idi. O Allahın mömin və ixlaslı qullarından biri idi. Uveys Əl-Qarni. Baxın. Nəyə görə bunu toxunuram? Çünki onun haqqında məlumatı Allah bildirməsəydi, Peyğəmbərimiz hardan bilə bilərdi? Baxın, nə deyir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem demişdi ki, Ömər ibn Xattaba, Yəməndən İslam ordularına qatılmaq üçün gələn bir dəstə olacaq. Və onların içərisində Uveys Əl-Qarni olacaq. Əgər onu görsən, ona denə ki, sənin üçün bağışlama diləsin. Çünki onun duaları qəbuldur. Səbəbi nə idi ey Allah Rasulü? Çünki anasına çox yaxşılıq edirdi. Nə deməkdir bu? Kim dualarının qəbul olmanı istəyirsə, anasına yaxşılıq etsin. Valideyninə yaxşılıq etsin. Peyğəmbərimizin yanına gələ bilməmişdi. Anası xəstə idi. İstədi ki, gəlsin Mədinəyə, sahabələrdən olsun. Peyğəmbərimin sahabəsi olmaq ən böyük şərəfdir. Amma anası xəstə olduğu üçün gələ bilmədi. Anasına baxırdı. Və Allah Teala onun bu yaxşılığını unutmadı. Kimə bildirdi? Peyğəmbərimizə bildirdi. Peyğəmbərimiz heç onu görməmişdi. Düşün, Allah Teala Peyğəmbərimizə görmədiyi bir şəxsi anasına yaxşılıq etdiyi üçün onun barəsində xəbər vermiş və üstəlik də Peyğəmbərimiz də demişdi ki, ey Ömər,
Yəni sənin zamanında təsadüf edəcək. Yəməndən gələndə İslam ordularına qatılmaq, onların içərisində Uveys ibn Əl-Qarni deyən bir nəfər. Onu görsən, ona denə ki, sənin üçün dua etsin, Allahdan bağışlama diləsin. Kimə? Ömər ibn Xattab, Peyğəmbərimizin sahabəsinə. Ömər ibn Xattab Yəməndən gələnləri araşdırır. Sonra bir nəfəri tapır. Deyir ki, sən Murad qəbiləsindənsən. Deyir ki, bəli. Deyir, Uveyssən. Dedi ki, bəli. Peyğəmbərimiz hətta onun bütün vəsiflərini verir tapmaq üçün. Adı Uveys Qarnidir. Murad qəbiləsindən, sonra Uveys Əl-Qarn. Deyir ki, bir vaxt səndə cüzam xəstəliyi olmuşdu, ağ ləkələr. Yalnız bir dirhəm ölçüsündə iz qalıb. Demiş ki, elə bir insandır ki, ona Allah Teala cüzam xəstəliyi vermişdi. Yəni bütün vitiligo. Sağaldı, amma bir dirhəm böyüklüyündə qalıb bədənində. Dedi ki, odur, dedi, bəli. Dedi, sənin anan var mı? Dedi, bəli, var ana. Niyə soruşursan? Deyir ki, mən Peyğəmbərdən eşitdim ki, Uveys ibn Amir sizin yanınıza Yəməndən gələcək. O Murad qəbiləsindən, sonra isə Qarn qəbiləsindən olacaq. Bir vaxt cüzam xəstəliyinə tutulmuşdu, lakin Allah onu sağaltdı və yalnız bir dirhəm ölçüsündə, yəni bir qəpik ölçüsündə yer qalıb, iz qalıb. Onun bir anası var, Resulullah Allah'tan o anasını da bildirib. La ilah. Onun bir anası var, o anasına çox itaatkardır. Düşünün. Xəstə olur, gələ bilmir. Allah isə onu unutmur. Yəni gəlsəydi sahabə olacaqdı, amma anası xəstə olduğu üçün tərk etmir. Amma Allah nə deyir? Baxın. Peyğəmbərim nə deyir? Ana çox itaatkardır. Əgər o bir şey and içsə, Allah onu yerinə yetirər. And içsək, ey Rəbbim, yağış yağdır, izzətlə and içirəm, Allah yağdır. Allah sənin izzətinə and içirəm, filan şeyi verər. Elə qulları var. Əgər bacarsan, ondan sənin üçün bağışlanma diləməsini dilə. Bundan sonra Ömər dedi ki, bağışlama dilə mənim üçün. Dedi, haraya gedirsən? Dedi ki, Kufəyə gedirəm. Dedi, olar Kufənin valisinə bir məktub yazım. Yəni, səni gözəl qarşılasın. Dedi, xeyr, mən adi insanlar arasında olmağı sevirəm. Bir il sonra Yəməndən gələn nüfuzlu bir adam Ömərin yanına gəlir. Ömər ondan Uveys halını soruşdu. O dedi, o kasıb sadə bir insandır. Çox az əşyası var. Çox təqvalı insandır. Dedi, mən Peyğəmbərdən belə eşitmişdim ki, o deyir, and içsə, Allah onun nədir? İstəyini deyir, verər deyir. Yəni, bu olmuş hadisə nəyi öyrədir bizə? Peyğəmbərimizin qeybdən xəbərinin doğru olması, o Uveys haqqında heç vaxt görüşmədiyi halda onun xüsusiyyətlərini ətraflı izah etmişdi. Bunu kim bildirmişdi? Allah-u Teala. Yəni, insan bu qədər mi dəyərli olar? Allah-u Teala Cəbraili göndərib, Resulullah Uveysi tanıdıb. Hətta xəstəliyini vəsf edib. Xəstələnmişdi, sonra sağalmışdı. Anası var idi, anasına itaətkar idi. Yəni, görün, insan hansı dərəcə çatır ki, Allah-u Teala Cəbraili göndərir, bir insanı Resulullah'a vəsf edir. Nəyə görə? Xüsusiyyəti nə idi? Çünki anasına yaxşılıq edirdi. Və üstəlik deyir, and istəydi, nə istəsəydi, Allah onun istəyini dərhal qəbul edərdi. Nəyə görə? Baxın, anaya yaxşılıq etdiyinə görə. Ona görə kim dualarının qəbul olunmağını istəyirsə, analarına yaxşılıq etsin. Yəni, ondan böyük duaları nədir? Qəbul edən başqa bir şey yoxdur, deyir. Duaların qəbul olmaq istəyirsənsə, o zaman anana çoxlu nədir? Yaxşılıq edəcəksən. Və üstəlik, qoy anan sənin üçün hər zaman dualar etsin. Əgər bir insanın valideyni evladına dua edirsə ki, bir valideyn, ey Allahım, evladımı qoru, evladımdan razı qol, salihlər buna görə ağlayardılar. Bizə qəribə adi gəlir. Bilirsiniz nə deməkdir bu? Bir valideyn əgər gecə namazlarında dua etsək, Allahım, mənə evladımdan razı ol, evladımı cənnət əhli elə, evladımı ruzusunu bol elə, evladımı qoru. Bu Allah Teala bu dünyada ən üstün, dəyərli bir nemətdir ki, o nemətin qarşını satın alacaq heç bir dünya neməti yoxdur. Salihlər sevinərdilər ki, analar desin ki, mənim oğlumdan razı qal. Bilirsiniz nə deməkdir bu? Cənnət qazanmaq deməkdir. Salihlər bunun üçün anaların əlindən öpərdilər, yaxşılıq eləyərdilər ki, anaları bir ondan razı qalsın və bu dünyadan valideynləri ondan razı olaraq köçsün. Ona görə kim duaların qəbul olmaq istəyirsə, xüsusən Ramazan ayında nə etmək lazımdır? Deməli, çoxlu valideynlərə yaxşılıq eləmək lazımdır. Valideynləri sevindirmək lazımdır. Bu
Ramazan ayında. Bir gözəl faydaya toxunum, ondan suallarımıza keçək. Baxın, deyir ki, kədər hardan gəlir? Kədər. Hüzün, kədər iki səbəbdən meydana gəlir. Dünyaya olan həvəs və dünyaya bağlanmaq. İkinci, xeyirxah əməllərdə və Allaha itaətdə səhlənkarlıq. Bu insanlarda kədər, qəm, qüssə aradan qalxmır. Yəni, insan ola bilər ki, o qədər mal mülkü olsun, dünya hərisi olsun, amma qəlbindən kədər qalxmasın və mal mülkündən heç nə həzz almasın. Çünki nəyə görə? Ancaq qəlbi dünya sevgisindən doldurub Allahdan uzaqlaşdırmaq, Allah sevgisindən uzaqlaşdırmaq, ibadətdən uzaqlaşdırmaq doğru deyil. O mal mülk səni sevindirməyəcək. Həmçin xeyirxah əməllərdə və Allaha itaətdə səhlənkar olmaq. Yəni, o zaman neyinə? İbadətləri çoxalt. Həmçin, baxın, gözəl bir fayda. Bəzən soruşur ki, niyə başıma bir müsibət gəlir? Ola da bilər ki, Allah səni təmizləmək istəyir. Baxın, nə deyir alimlərdən birisi? Allah qulunu bəlaya düşə edər ki, onun şikayətini, yalvarışını və duasını eşitsin. Halbuki Allah Teala bəlalar zamanı ona yalvarmayan və təvazı göstərməyənləri məzəmmət etmişdir. Əgər bəlalar vaxtında Allaha yalvarmırsansa, Allah onları nə etmişdir? Məzəmmət etmişdir. Necə ki, Allah Teala buyurur, biz onları əzabla yaxaladıq, amma onlar nə Rəbbinə boyun əydi, nə də ona yalvardı. Ona görə insan nə edir? Başına müsibət gəlib, Allaha yalvar. Çünki Allah Teala o an səni görmək istəyir. Baxın, nə deyir? Kədərlənmə ey mömin. Kədər qəlbi zəiflədir, iradəni sarsıdır, əzmi zəiflədir və şeytanın möminin kədərlənməsindən daha çox sevdiyi bir şey yoxdur. Keçmiş hadisələri kədərlə yox, Allahın qədərinə razılıq, həmd, səbir və qədərə iman etməklə dəf edilir. Qul isə belə deməlidir, Allahın təqdiri oldu, o istədiyini etdi. Belə desən, sevinç qazanacaqsan. Yoxsa nədir? Sevinç olmayacaq. Baxın, nədir Altı Quran-ı Kərimdə? Sanki onlar dünyada yalnız bir saat qaldılar. İllər nə qədər sürətlə keçir. Günlər bir-birini əvəz edir, lakin biz bunu hiss etmirik. Sakin onlar dünyada yalnız bir saat qaldılar. Kəm ləbithtum? Qiyamət günü soracaq Allah Teala. Nə qədər qaldınız? Ləbithnə yevmən əv bə'də yevm. Gün və ya yarım gün kimi gələcək. Düşün, sən 100 il yaşasan, axirət o qədər dərin, genişdir ki, sənə gün və ya yarım gün qədər gələcək. Ona görə Peyğəmbərimiz nə buyurur? Sizlərdən bu dünya axirət önündə, sizlərdən bizi barmağınızı salın dənizə, o barmağın ucunda çıxan su damla qədərdir. Axirət önündə. Axirət nədir? O qədər geniş, o qədər nədir? Gözəldir. Allah sonumuzu gözəl eyləsin. Baxın, dünya yalnız bir görüş gözləmək üçün dayanmış bir yer kimidir. Buradakı mövcudluğumuzu nə qədər uzun olsa da qısadır. Yəni, insan dünyanın faniliğini, zamanın sürətlə keçməsini və bunu bilməlidir. Onun Quran-ı Kərimdən ilham alınaraq insanlar axirət üçün hazırlıq görməyi nədir? Vacibdir. Baxın, deyir ki, gözəl bir fayda. Hər bir qapı nə qədər uzun müddət bağlı qalsa da, nəhayət bir gün gözəl səbrin açarı ilə açılar. Neçə çətinliklər var ki, onların heç vaxt həll olunmayacağını düşündük, lakin birdən gördük ki, uca Allah mərhəməti ilə aradan qalxdı. Ona görə də ey səbr edən, ümidsiz olma, Allahın rəhməti genişdir, çünki çətinliklər və müsibətlər onun kölgəsidir, lakin sonunda nur gələr. Ona görə insan həyatın çətinliklər qarşısında səbirli olmalı, Allahın rəhmətinə etibar etməli, Allaha boyun əyməli və Allah Teala'dan nədir? İstəməlidir. Rəbbimizə həmd olsun. Baxın, həmçinin valideynlərdən danışmışdıq. Bu da çox maraqlı bir şeydir. Deyir ki, bir kişi Abdullah Mübarəkin yanına gəlir. Abdullah Mübarək böyük alimlərdən birisidir. Oğlundan şikayət edir. Deyir, oğlum mənə qarşı üsyankar və itaətsizdir. Abdullah Mübarək ona bir sual verir. Onun üçün bəddua etdin mi? Dedi, bəli. Dedi, sən onu məhv etmişsən. Sənin bədduandır, deyir. Yəni, valideynin duaları həm bərəkət, həm də bəla gətirə bilər. Bir valideyn uşağı üçün bəddua etdikdə, o özü fərqinə olmadan ona zərər verə bilər. İslam valideynləri övladlar üçün həmişə yaxşı dua etməyə nə edir? Təşviq edir. Heç bir halda övladlara bəddua etməyin. Çünki valideynin duası Allah tərəfindən qəbul nədir? Oluna bilər. Həmçinin baxın, deyir ki... Əsəblə də olsa hocam. Olmaz. Əsəblə olsa Allah qəbul etməz. Əsəblə bir də görsən, ana istənir. Və ya haqsız qarşı Allah qəbul etməz. Amma yəni insan diqqətli olmalıdır. Baxın, həmçinin
qınanmış sözlər var. Bunu diqqət etmək lazım. İnsanların çoxu bunu işlədir. Misal üçün insan bir insana deyir ki, ey it, ey donuz, ey uzun qulaq. İnsanlar işlər. Amma bu çox qiyamət günü ən çirkin sözlərdən birisidir. Çünki qiyamət günü ona deyiləcək, bax gör, biz onu donuz, yoxsa insan yaratdıq. Ona görə olmaz. Yəni bir insana desən ki, ey filan kəs, ey filan kəs, ey filan kəs, bax gör səni donuz, yoxsa insan olaraq yaratmış onu. Yəni adətən istifadə edilən, qınanmış ifadədən biri də mübahisə zamanı başqalarına deyilən bu sözlərdir ki, bu çirkin sözlərdir. Birinci yalandır, ikinci təhqirdir. Və buna görə Allah qarşısında cavab verəcəksən. Yəni insanlara təhqiramiz sözlər demək həm dini, həm də əxlaqi baxımdan qınanmış bir sözdür. Sözlərimizə diqqət yetirməli, insanlara hörmətlə yanaşmalıyıq. Qiyamət günü sözlərimizdən hesaba çəkiləcək. Buna görə də dilimizi gözəl sözlərə deyir, alışdırmalıyıq. Həqiqətən çox gözəl bir fayda. Baxın, buyurur, bizim buyurduğumuz bir göz qırpımında yerinə yetirər. Qəmər surəsi 50-ci ayə. Yəni gözlərini bağla və düşün ki, Allah dünyanı bir haldan başqa bir hala çevirə bilər. Ümidsizliyə düşmə, sevinç uzaq deyil və heç bir yaxşılıq Allahın hökmü olmadan baş verə bilməz. Allahın işinə heç kəs mane ola bilməz və onun verdiyini heç kəs geri ala bilməz, onun vermədiyini heç kəs verə bilməz. O zaman bir göz qırpımında deyir, əmrim gələr deyə Allah təala. Bir göz qırpımında, bir göz qırpımında. Ona görə də gecənin son 1/3 xüsusi bir sirrə, mənaya, məqam və dəyərə malikdir. Bu vaxt Allah dünya səmasına enir. Bu qədər dəyərli bir vaxtda insan necə yata bilər? Amma 2 rükət namaz qılmadan, dua etmədən necə? 2 rükət də qılsan, əgər bu vaxtda Rəbbindən bir şey istəyirsənsə, nə zaman istəyəcəksən, əgər bu vaxt istəməsən? Bu vaxt duan qəbul olunmasa, nə zaman sənin duan qəbul olunacaq? Ona görə nədir? Bu gözəl vaxtıdır, gərək dəyərli keçirək. Yəni gecənin son 1/3 isə sübh namazına az qalmış. Uca Allah dualarımızı qəbul eləsin, övladlarımızı salih qullarından eləsin. Amin, amin. Hocam, ilk olaraq bizi Səbuhi salamlayır. Salamını söyləyir. Bizim gözəl qardaşımız. İlk dəfə ondan mən radio verilişini aparmışam. Bəli. Onun qonağı olmuşam ilk dəfə. Bəli. Dedim biz o gün səndən danışdıq, deyir mənə söylədilər danışdığınızda. Allah sizdən razı olsun. İlk dəfə yəni o heç İnsan onu unuda bilməz yəni. İlk. İnsan həyatında bəzi şeylər var ki, heç zaman onu unuda bilmir. Bir də unutmadığım şey nədir? İlk dəfə məni radioya gətirən bir şəxs, bir dəfə gördüm onu ömrümdə. O zaman 60-70 yaşlar olardı. Ondan sonra görmədim. Amma Allah hər zaman onu dua edirəm. Allah Allah. O mənə gətirmişdi. Kim idi hocam? Konfransdaydıq. Yəni ilk dəfə radioya çıxmam o səbəb oldu. O zaman sizin işlədiyiniz radioya gəlmə səbəb oldu. O zaman bir Atatürk mərkəzində konfransdaydıq. Bir yaşlı bir insan arxadan məni qucaqladı. Dedi, sən filan kəssən. Dedi, 2 aydır səni axtarıram. Allah Allah. Sonra Azərbaycanlı idi. Türk idi. Türk idi. Burada yaşayırdı, iş adamı idi. Yəni apardı məni radioya. Dedi ki, sabahdan bu şəxsi F-də görmək istəyirəm. Allah Allah. Nədir? Söhbəti xoşuma gəlib. Və insanı bəlkə də dünyasını dəyişib. O zaman məni görəndə bəlkə 65 yaşlı idi, yəni 65 yaş olardı. Bəlkə də yaşayır, amma onu heç vaxt unuda bilmirəm. Hər zaman yadıma düşəndə dua edirəm ona. Yəni insan bəzən həyatında elə bir yaxşı iş görür ki, o unudulmur. Düşün, o elə bir əməl edib ki, ona hər zaman savab yazdır. Allah razı olsun. Allah razı olsun. Vəfat edibsə Allah onun məkanını cənnət eləsin. Həyatdadsa Allah onun ömrünü uzun eləsin. Ömrümdə bir dəfə gördüm, heç sifət də yadında deyil. Allah Allah. Deməli belə bir eski topraklara selam olsun. Aleyküm selam. Və belə bir sualı var Səbuhinin. Bir sual soruşur. Ölən adamın yerinə oruç tuta bilərmi? Ölən adam yerinə hansı halda oruç tutmaq olar? Yəni Ramazan orucu hər kəs öz yerini tutur. Ramazan orucu. Çünki Ramazan orucu yəni vacibdir. Tuta bilmirsənsə üzərindən qalxır. Hansı halda oruç tutmaq olar? Deyək ki, nəzir orucu. Deyək ki, bir valideyn və ya bir dost, bir yaxın deyib ki, misal üçün filan işim alınsa 3 gün oruç tutacağam. Və sonra dünyasını dəyişib. Çünki nəzir nə deməkdir? İnsanın çiynində yük olaraq qalır. Ona görə onun yerinə başqası tutur. Ramazan orucu deyil. O orucu onun yerinə başqası tutur. Çünki nəzirdir. Çünki sən nəzir vermisənsə, insanın üzərində qalan bir yükdür, nəzir demisənsə. Ona görə insan, baxın, bir şeydə elə söhbət düşdü, sağ olsun Səbuhi qardaşımız, insan malik olmadığı şey nəzir etməz. Peyğəmbərimiz buyurur. Gücü çatmayan. Nəzir ümumiyyətlə paxıl insandan çıxır, buyurur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Nəyə görə şərt qoşursan? Öz üzərinə bir yüklüyürsən özünü. Amma nədir dinimizdə?
İstəyirsən duan qəbul olunsun. Məsələn, deyir bir insan deyir ki, duam falan xəstəm şəfa tapsa, qoyun kəsəcəm, kasıblara paylayacağam. Elə qoyunu kəs payla, Allah dua elə. Amma demisənsə nəzri yerinə yetirilməlisən, üzərində yük olaraq qalır. Demisənsə nəzir, amma onu yerinə yetirməlisən. Ona görə bir də ki, fi məhlə yəmlik, yəni insan gücü çatmadığı şeyi nəzr etməz. Bəzən insan tələsir, filan qədər nəzr edəcəm, coşur. Sonra deyir ki, oturur sonra qara-qara düşünür. Axı mən ona imkanım yoxdur. Düzgün deyil. Bu barədə çox soruşdular məndən. Axı elə düzgün, elə nəzr edilməz. İnsan gücü çatdığı şey, az şey də olsa nəzr edəcəksənsə, gücün çatdığı şeyi nəzr elə. Yəni bacarırsansa 1 manat verərəm misal üçün. Nəzr etmək, baxın, nəzr etmək olar. Sadəcə paxıldan çıxır deyir Peyğəmbərimiz. Çünki şərt var orada. Allah'ın filan işini düzəlsin də mən bunu edim. Amma etmisənsə yerinə yetirməlisən. Sadəcə nəzrin hökmü nədir? Məkruh. Yəni haram deyil, bəyənilmir. Amma etmisənsə yerinə yetirməlisən. Yəni nəzr etmisənsə yerinə yetirməlisən. Bir də qızı inşallah imtahan verəcək. Qızım üçün və bütün abituriyentlər üçün dua istəyir. Hocam sizdən istəyirsən. Allah bütün həqiqətən də baxın bura qədər də dua elədik. Allah bütün balalarımıza kömək olsun. Allah müvəffəq eləsin. Mən də qızım verib nəticəni gözləyir. Bəli, çox qızlar verdi. Allah bütün balalarımızı müvəffəq eləsin imtahanda, yüksək dərəcə qazansınlar. Allah uğur versin. Allah hər zaman başlarını uca eləsin. Amin inşallah. Kimlər ki çalışıb, həqiqətən vuruşub, oxuyub, inşallah onlar da bəhrəsini görsünlər inşallah. Hocam, belə bir sual var, amma bu sualı oxumadan öncə istəyərdim ki, bir şəklə baxasınız, rica edirəm sizdən. Çünki bacımızın görməyinizi istəyirəm. Sonrasında isə sualı səsləndirmək istəyirəm. Bu bacımızın sualıdır. Aha. İndi suala keçid almaq istəyirəm. Çünki maraqlı bir sualdır, amma öncə görməyinizi istədim. Sualı belədir. Deməli, neçə illərdir bundan çox əziyyət çəkirəm. Vaxtilə namazı bir gündə olsa ötürmürdüm. Dini kitabları oxuyurdum. Hardasa 6 ildir ki də nə namaz qıla bilirəm, nə də ümumiyyətlə kitablara yaxın dura bilirəm. Özümdən gedirəm, halbahal oluram. Hətta namaz üstü ürəyim gedir, yuxularım qarışır. Yuxumda ətrafımda olan yaxınlarımı pis sima ilə görürəm. Allaha çox bağlı bir insanam. Namaz qılmaq üçün yanıb tutuşuram. Amma yaxın gedə bilmirəm. Bu vəsvəsə deyil, bunu söyləyim sizə. Pis düşüncə də deyiləm, amma nə edirəmsə alınmır. İmanım çox güclüdür. Ürəyim Allah sevgisi ilə doludur. Hətta hocam bayaq danışdı ki, elə bir bəndələri var ki Allahın, yəni nə diləyirsə olur, nə desəm Allah da qəbul edir. Bir tək bu mövzuda sanki Allah dualarımı qəbul etmir. Oturub deyir, səbirsizliklə gözləyirəm. Hara getmişəmsə zamanla düzələcək deyiblər. Amma Allahın əmrlərini yerinə yetirmək üçün zaman mı lazım? Hər vaxt etmək olmurmu? Ürəyim partlayır hocam. Yox, etmək olur. Ola bilsin, belə insan daha çox ruqya ayələri oxumalıdır. Ruqya ayələri, yəni namaza qıla bilmirsə, namazda darıxma baş verirsə, namazda təngi nəfəs olursa və yaxud da ki, namazda huşu gedirsə, göz dəymədən ola bilir və ya pis insanlar nəfs ola bilər, cadu ola bilər, Allah qorusun. Belə insan ruqya eləmək lazım. Ruqya nədir? Ruqya ayələri. Məsəl üçün İxlas, Fələq, Nas, Ayət, Kürsi, Fatihə, bu surələri ağzını yaxınlaşdırın, suyun içərisinə oxuyun. Hərəsini 3 dəfə oxuya bilirsinizsə, oxuya bilmirsə, oxuya bilən birisinə oxutdurun. Oxuya bilən birisinə oxutdurun və o sudan çimin, o sudan için. Ora sidir tozu da əlavə etsəniz daha yaxşı olar. Sidir tozu da əlavə etsəniz yaxşı olar, qarışdırırlar. Yəni belə insan olur ki, bəzən namaza başlayanda deyir ki, misal üçün bacarmıram, təngi nəfəs oluram. Mütləq ona deyirlər ki, soruşmuşam mən bir çox alimlərdən, deyir ki, mütləq ona ruqya oxuturmaq lazımdır. Ruqya oxuturmaq, yəni bilən insanlar var, ruqya oxuyurlar, ruqya ayələrini oxuyurlar. Əl-Bəqərə surəsi olsun, Quran-Kərim ayələri olsun və yaxud da özü bunu edə bilər. Bir su qabı götürsün, İxlas, Fələq, Nas, Ayət, Kürsi, Fatihə, hərəsini 3 dəfə oxusun. Varsa sidir tozu da qatsın. Sidir tozu dini dükanlarda satırlar. O suyla yuyunsun, o sudan içsin, o sudan dəstəmaz alsın, o sudan evi təmizləsin. İnşallah toxunacaq bu cadu məsələsinə. Çünki bir insan həqiqətən də namaz qılmaq istəyir, amma qılanda huşu gedir, qıla bilmir, təngi nəfəs olur. Bu cadunun və gözdəymənin əlamətləri olur.
Bayaq deyir sosial şəbəkədə qarşıma çıxdı. Hocam Həzrəti Yusifdən danışdı. Gözəl, çox gözəl danışdı. Həzrəti Yusif deyir, qardaşları gələndə yanına onlara şərab verirdi. O doğrudurmu deyir? Soruşur belə bir şey mən başa düşmədim. Şərab verirdi, yox. Sadəcə onları bağışladı. Yəni onları nə etdi? Bağışladı. 0006 nə deyirsə anlamadıq biz. Biz də anlamadıq, amma onlar nə etdi? Bağışladı. Hətta onlara bildirmədi ki, yəni bir kəlmədir. Lə təsribə aleykum liyum. Bu gün sizə qınanmaq yoxdur. Allah sizi bağışlasın. Yəni, o qədər yəni peyğəmbər əxlaqlıdır ki, demədi ki, siz mənə belə elədiniz, belə elədiniz. Dedi ki, yox, bu gün qınanma günü deyil. Allah sizi bağışlasın. Mən 2 aya yaxındır internetdən Quran oxumağı öyrənmişəm, lakin hələ də hərfləri məktəbə, yəni gedən uşaq kimi oxuyuram, kəkələyərək, həyəcanlanaraq, hecalayaraq. Olsun. Bəzən səhv oxuyub hərfi düzəldirəm. Bu xətim sayılırmı? Əlbəttə ki, yəni səhv oxusa da belə yenə sən. Baxın, bir var ki, insan mahir oxuyur, bir də var insan çətin oxuyur. O çətin oxuyan 2 qat savab qazanır. Nəyə görə? Öyrəndiyinə görə və bir də oxuduğuna görə. Bunu kim buyurur? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Əksinə oxuyun. Deyir ki, bir dinləyicimiz biz oxuya bilərik o suya, o ruqi ayələrini. Əlbəttə özümüz oxuya bilərik. Yəni özümüz oxuya bilərik, əlbəttə ki. Quran oxuyan zaman çay, kofe içmək olarmı, yoxsa namaz kimi heç nə etmədən Quran mı oxunmalıdır? Yəni Quran oxuyarkən əgər arada dincəlmək istəyirsənsə, Quranı kənara qoy və ya bağla, kofeni, çayını iç, sonra Quran oxumağa davamlı. Yox, Quran namaz kimi deyil. Yəni namaz içərisində su, zad içilməz, yemək yeyilməz. Amma Quran oxuyarkən eyb etməz. Quranı oxudun, filan ayəyə çatdın, susamısan, kənara qoy Quran-Kərimi, su iç, çay iç, sonra qaldığın yerdən yenə davam edə bilərsən. Allah sizdən razı olsun hocam. Yazanlar var. Bu türkcə Quran ayələri o ruqya üçün ərəbcə oxunmalıdır. Yəni özü orijinal. Çünki tərcümə o tərcümədir. Quranın özü deyil. O dilə bir məna verməkdir. Amma onun təsiri olmaq üçün caduya və ya gözdəyməyə qarşı o ərəbcə oxunmalıdır. Quran-Kərim özündən orijinal, yəni özündən oxunmalıdır. Tələsməyin, çünki ilk mesaj yazanların mesajlarından başlayıram. Deməli, belə bir sual var. Allah sizdən razı olsun, mən uşaq probleminə görə müalicə götürürəm, iynə vurdururam, amma vitamin deyil. Oruç tuta bilərəm. Bəli, əlbəttə tuta bilərsiniz. Əlbəttə tuta bilərsiniz. Son günlər çox əsəbi oluram. Hər kəsdən uzaq olmayın. Hər kəsdən uzaq olmaq, problemlərdən kənar olmaq üçün hansı zikir kömək edər? Həyatımda olan çətinliklərə görə dua, zikir ən güclüsünü xahiş edirəm. Bir də çox əsəbi olanda zikirləri çox deyə bilmirəm. Beynim təklik, sakitlik istəyir. Nə edə bilərəm? Əsəbi olanda birinci Allaha sığının. Deyin ki, Allahım, şeytanın şərrindən sənə sığınıram. Çünki əsəbləşmək şeytandandır. Deyin, şeytanın şərrindən sənə sığınıram. Bu bir. İkinci, bütün zikirlər. Əstəğfirullah, la havlə və la quvvətə illə billah. Dəstəmaz alın. Yəni namaz qılın, alnınızı səcdəyə qoyun, Allah Taala'dan rahatlıq istəyin. Yəni ona görə amma özünüzü cirovlamağa çalışın. Çünki insan özü çalışmalıdır ki, öz nəfsini cirovlasın. Dünən dedi, gəl biz tərəfə gəl, Davud var idi, Peyğəmbərimizin adını daşıyan. Yəni dünən deyir, tövbə eləmişəm, bugün artıq orucam deyir. Allah sizdən razı olsun. Allah qəbul eləsin. Maşallah. Sevindik. Biz də sevindik. Davud. Allah qəbul eləsin. Allah sizdən razı olsun. Yuxular haqqında bir neçə şey söyləməyiniz mümkündürmü hocam? Yuxular haqqında toxunacaq inşallah. Yəni bu çox geniş bir, gözəl bir mövzudur yuxu məsələsi. Amma qısa olaraq nə deyim? Yəni yuxulara görə birinci narahat olmayın, bu bir. İkinci, Peyğəmbərimizin buyruğundan getsək, baxın, insan var ki, yuxuya görə elə narahat olur, həyatı dəyişir, yəni o gün içərisində işində uğursuz olur. Niyə yuxu görüb deyə? Amma Peyğəmbərimizin buyruğunu etmiş olsa, olmayacaq. Nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? Gözəl yuxu Allahdandır, pis yuxu şeytandandır. Bir də var ki, İnsan özü düşündüyünü görə bilər yatmamışdan əvvəl. O qədər düşünür. Məsələn, insan yatmamışdan əvvəl yuxuda düşünür. Nə düşünür? Yuxuda nə görəcək? Restoran yeməyi görəcək. Yemək haqqında düşünür. Misal üçün deyək ki, düşündüyünü görə bilər. Gözəl yuxu, yəni altdan bir müjdədir. Pis yuxu xəbərdarlıq da ola bilər altdan və yaxud da ki, pis yuxu haqqında qayda nədir? Peyğəmbərimiz buyurur ki, sallallahu əleyhi və səlləm, pis yuxu görəndə deyək ki, Allahın pis yuxudan və şeytanın şərrindən sənə sığınıram və onu yozma. Heç kimsəyə danışma. Amma gözəl yuxunu yozmaq da olar, danışmaq da olar və necə yozmaq? Sonra necə yozmaq? Baxın, yuxu hər kəsdə eyni yozulmur. Niyə görə? Çünki hər bir insanın
düşüncəsi fərqli, həyatı fərqli, işi fərqli. Eyni yuxunu, məsələn, yuxu yozan adam, eyni adam gəlib, mən bunun yuxunu gördüm, bunun yuxu, hərəsi ayrı yozub. Nəyə görə? Dinləyəndən sonra. Bunun həyatı fərqli, bunun işi fərqli, bunun etiqadı fərqli, bunun düşüncəsi fərqli. Ona görə də yaxşı yuxu görəndə öz işinə görə, ailənə görə, yəni sevindirən bir yuxu görəndə, gözəl yuxu nə deməkdir? O yuxu səni sevindirir. Və gözəl yuxu qısa olur, konkret olur. Uzun uzadı olmur. Hindistan filmləri olmur, yəni uzun uzadı olmur. Qısa olur, konkret olur. Gözəl yuxu və gözəl yuxu xatırlaya bilir. Açıq-aşkar görür, xatırlayır. Amma yox, yuxu qırıldı, yuxu bura getdi, arxası belə oldu falan. O deməli yozulan yuxu deyil. Gözəl yuxunu da yozun. Öz həyatıma uyğun olaraq. İnşallah yuxu barəsində gözəl bir söhbətimiz olacaq. Nəyə görə gözəl deyirəm? Çünki o kitabın müəllifinə özüm görüşmüşəm. Kitabın müəllifinə özüm görüşmüşəm. Öz Azərbaycana dincəlmək üçün gəlmişdi. Alimlərdən birisidir. Təsadüfən qarşılaşdım. Bakıda gəzərkən özü də zəng eləmişdi. Belə görüşdüm, bir dəfə də özüm gördüm, yəni belə. Söhbət etdim yuxu barəsində. O kitabını dedim ki, kitabın gözəl kitabdır. Mənə bəzi şeylər də öyrətdi yuxu barəsində. Bəzi şeylər başa saldı. O barədə danışarıq. Yəni o kitabda balaca broşuradır əslində. Kitabda bütün yuxu barəsində bütün qaydalar var. İnşallah ona toxunarıq. Ondan sonra insan ayırır ki, bu pis yuxudur, bu yaxşı yuxudur və ya bu kabusdur və ya şeytani yuxudur və yaxud da ki, insanın yatmadan əvvəl gördüyü yuxudur və hansı vaxtı görülən yuxular düzgün çıxır. Yuxunu kimlər yoza bilər, kimlər yoza bilməz. Çünki yuxu qeyblə bağlı bir şeydir, gələcəyinə. Ona görə də hər kəslə bununla oynamaq olmaz. Bilən insan yozulmalıdır. Quranı bilən, Peyğəmbərimizin buyruqlarını bilən. Yoxsa bu dəqiqə indi açırlar internetdə, falçılar yuxu yozur. Kim gəlir, ağlına nə gəlir yuxu yozur. Və ona da inanırlar, yuxunu yozurlar və sonra da başıma niyə bəla gəldi. Ona görə bilməyən insana, çünki nəyə görə yuxu qeybə bağlı bir şeydir. Əslində Peyğəmbərimiz buyurur ki, yuxu Peyğəmbərliyin 40'da biridir. Nə deməkdir 40'da biridir? Yəni məndən sonra vəhiy olmayacaq qiyamət gününə qədər. Amma nə olacaq deyir? Gözəl yuxu. Allah da o yuxu ilə mömin qulu müjdələyər və ya da xəbərdarlıq ola bilər insana. Məsələn, pis əməllərdən çəkin, daha çox zikr elə. Məsələn, bir insan deyir ki, yuxuda gördüm ki, üzərimə yırtıcı heyvan gəlir, məsələn, ilan gəlir. Nədir o? Göz. Nə edirsən? La havlə və la quvvətə illə billah. Dilindən düşürmə. Bəzi yuxu xəbərdarlığı da ola bilir insana. Amma yozmursan onu. Pis yuxunu heç halda yozmursan. Peyğəmbərimiz ümumiyyətlə pis yuxunu yozmadı. Bəziləri də ki, şeytanın yuxuda insanlar onu yozurlar. Şeytanın yuxu yozulmaz. Bir də ki, insanın düşündüyü, yatmadan əvvəl düşündüyü bir şey yozulmaz. Onu da yozurlar indi. Qarışdırırlar, ayıra bilmirlər. Pis yuxunu amma danışmayaq. Heç vaxt danışmaq olmaz. Yozmaq üçün də danışmayaq. Peyğəmbərimiz buyurur ki, pis yuxu deyil, biz nəyə bənzəyir deyir. Yəni, sanki başın üzərində bir quş qanadlanıb deyir. Yozarsan deyir, düşər üzərinə. Tamam, o zaman saxlayırıq, yozmuruq. Tamam. Hocam, mən bəzən namazlarımı yatsı namazından sonra bir qəza namazı kimi niyyət edib qılıram. Niyə? Qəza deyil axı. Qəza namazı kimi niyyət edirsən? Yəni, şam namazı, işa namazının gecə yarısına qədər vaxtı var. Yəni, niyə elə gecə yarısına qədər vaxtı var onun, şam namazının, işa namazının, sonuncu namazın, gecə yarısına qədər, o qəzaya qalmır ki. Gecə yarısına qədər qılsan da, o qəza deyil. Hətta çatmasan belə, gecənin 1/3-nə qədər də qılsan, yenə qəza deyil. Hocam, deyəsən biz siz nə demək istəyir? Demək istəyir ki, yəni o namazı qılır, son namazını, sonra nə qədər qəzası var, bitişdirir, bir namaz kimi qılır. Desə belə demək istəyir. Yox, elə şey olmaz. Sədəqəni kimlərə vermək lazımdır? Xəstəyə, atası olmayana, imkansıza, yəni kimə gedə bilər sədəqə? Bəli, kasıb, fağır, imkansız, nəyəsə bir ehtiyacı var, yəni gündəlik bir qidaya ehtiyacı var, dərmana ehtiyacı var, nəyəsə bir şey, yəni onun sıxıntısı var, problemi var, çatışmamazlığı var. Hamısına aiddir, yəni sədəqə elə insanlara verir. Məsələn, sədəqə verilə bilər, borcu ödəmək üçün vermək olar, kimisə borcu var. Məsələn, zəkat ən çox kimlərə verilir? Borcu olan insanların borcları ödənilir. Və hər şey, və ya sıxıntısı var, kədəri var, xəstəsi var, problemi var, hər bir şeyə. Ev məşğulum var, evimi tikə bilmirəm, tilsimə dəyib, mənim üçün dua edin, tilsimi qırılsın, 4 ildir bu dərdi çəkirəm deyir. Tilsimə dəyməyib, sadəcə əstəğfurullah zikrin dilindən düşürmə. Göz nəzərdən qorunmaq üçün danışacaq o barədə. Göz nəzərdən qorunmaq, şeytandan qorunmaq, cadukarlardan qorunmaq, falçılardan qorunmaq. Bir sual da oxuyum. Axirətdə ölən doğmalarımızla görüşəcəyikmi və bərzəx aləmində ümumiyyətlə öldükdən sonra doğmalarımızla bir yerdə olacağıq mı?
Baxın, bir görüşmə cənnətdə hər kəs görüşəcək. Allah həmd olsun. Allah hamımızı cənnət əhli eləsin. Bir də var ki, insanın öləndən sonra bərzəx dünyasında, çünki alta buyurur ki, "Və min varahim bərzəxun ilə yevmi yub'asun." İnsanlar dirilənə qədər, axirət dirilənə qədər bərzəx dünyasında qalırlar. Bərzəx nə deməkdir? Keçid deməkdir. Yəni maniyə deməkdir. Bu dünyanın axirət arasında. Peyğəmbərimizdən belə bir rivayət var ki, o ruhlar ki, yəni bərzəx nədir? Bəzilərin üçün cənnət bağçasıdır. Balaca cənnət deyə. Yəni cənnətin ancaq qoxusu gəlir, gözəlliyi gəlir və axirətini gözləyir. Bəzən də cəhənnəm çuxuru ola bilər. Allah qorusun bizləri, yaxınlarımızı. O bərzəx dünyasında o ruhlar ki, insan axırda dirilir bədəni ilə bərabər, onlar nemət içərisindədirsə, onlar görüşürlər. Deyə bilər ki, məsələn, bir ana evladla görüşə bilər, yaxını ilə görüşə bilər. Bacısı dəm qazından. Bəli, bacısıdır, bacı ilə görüşə bilər, evladdır, ata evladla görüşə bilər. Bu görüşmə var, rivayətlərdə sabitdir. Yəni bərzəx dünyasında. Amma əsas görüşmə nədir? Əlbəttə ki, axirətdə Allah dərgahında. Rəbbimizə şükürlər olsun. Uca Allah təala dualarımızı qəbul eləsin. Həqiqətən də gözəl duaların qəbul olduğu vaxtdır. İftara doğru duaları artırmalıyıq. Allaha həmd olsun. Dua mövzusunda çox gözəl dualar var bugün. Toxunacaq. İnşallah çalışıram hamısını çatdıraq. Çox gözəl dualardır. Evladımız üçün dua, həmçinin duaların qəbul olması üçün və ən çox edilən dua, yəni həqiqətən də bir neçəsini toxunarıq. Kimlərin duaları qəbuldur? Baxın. Peyğəmbərimiz s.ə.v bu məsələyə dair bir çox işarələr olmuşdur. Yəni o ümmətinin dualarının qəbul olunacağı barədə xəbər vermişdir. Yəni nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? Oruç tutanın iftar vaxtına qədər etdiyi dua, səfərdə olanın duası və valideynin evladına etdiyi dua geri qaytarılmaz. Yəni ona görə valideynlər hər zaman evladlarına gözəl dua etməlidir. Oruç tutanın iftar vaxtına qədər etdiyi dua, səfərdə olanın duası. 3 nəfərin duası şübhəsiz qəbul olunur. Məzlumun duası, məzlum yəni kiməsə zülm etmisənsə. Bir də səfərdə olan duası, valideynin övladına etdiyi dua. Və buyurur Peyğəmbərimiz, sən məzlumun duasından çəkin, çünki onun duası ilə Allah qarşısında pərdə yoxdur. Bunu Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurub. Ona görə də məzlumun duasından, yəni kiməsə zülm etsən, sənə bəddua edə bilər. Allah qorusun. Ona görə insan çəkinməlidir və zülm etsə belə də dua etməyi tələsməsin. Bağışlasa daha yaxşı olar. Ona görə həmçinin duaların qəbul olunmasının səbəblərindən biri başqa bir insana dua etmək. Duanın qəbul olmanı istəyirsənsə, başqa bir insana dua edərsənsə, hər hansı bir müsəlman qardaşı üçün onun yanında olmadığı halda dua edərsə, mələk ona belə deyər, amin, sənə də eynisi olsun. Baxın, yəni başqası üçün dua etmək, yanında olmadan, filan kəsin Allah ruzusunu bol eylə, evladını islah eylə, qonşularına dua elə, tanıdıqlarına dua elə. Nəyə görə? Sən çünki başqalarına dua edəndə Allah təala sənin dualarını qəbul edir. Yəni, bu çox önəmlidir. Çoxları görsən bunu unudurlar. Nə dua istəyirsənsə, başqalarına dua et. Salihlər belə edərdilər. Baxın, salihlər belə edərdilər. Yəni, baxın deyir ki, gözəl bir Ümmü Dərdə deyir ki, bir gün Safvan ibn Abdullah'dan soruşdu. Həccə getmək istəyirsənmi? Ümmü Dərdə, yəni Abu Dərdənin həyat yoldaşı. Dedi, bəli. Ümmü Dərdə dedi, o zaman bizim üçün yaxşı dua et, çünki Peyğəmbərimiz belə buyurmuşdur. Müsəlman qardaş üçün onun yanında olmadığı halda etdiyi dua qəbul olunur. Onun başının üstə bir mələk dayanıb, hər dua etdikdə, amin, sənə də olsun, eynisini deyər. Salihlər belə edərdilər, bir-birinə qarşı eləyərdilər, dua edərdilər, yəni bir-birinə gözəl dua edərdilər. Bu çox ən önəmli məsələlərdən birisidir. Yəni, duanın qəbul olunması üçün. Valideynlərin duasına gələrkən necə dua edilməsinə toxunacaq? Valideynlərin evladına edilən duası, baxın, valideyn evladına edilən duası. Bəzən deyir ki, evladım üçün necə dua edim? Evladım nadincdir, şuluqdur, yəni böyüdükcə biraz çətinləşir. Həqiqətən də zamanımızdakı biraz da çətinləşir. Əllərindən telefon düşmür. Bütün hər şeyi oxuyurlar, ağıllı olurlar, çox bilmiş olurlar. Ümumiyyətlə, evladlar üçün dua, buna ən gözəl misalı çəkirlər salihlərdən Fudeyl ibn İyadın duası. Yəni, çox möhtəşəm, Allahın övliya qullarından birisi olan Fudeyl ibn İyadın duası. Deyir ki, Fudeyl ibn İyadın oğlu
Əli adlı bir oğlu var idi. Tərbiyəsi üçün böyük səy göstərmişdi. O oğlunu salih, təqvalı və zahid bir insan olmasını istəyirdi. Allah qorxusu olan birisi olsun. Lakin bu iş onun üçün asan olmadı. Çətinlik çəkdiyi bir anda çətin oldu. Gördü ki, bacarmır. Allaha belə dua etdi. Biz də bunu edə bilərik evlatlarımıza. Nə demişdi? Allahım, ey Allahım, mən əlini, oğlun əli olubsan öz oğlu dinə və ya qızını dinə. Allahım, ey Allah, mən əlini islah etmək üçün çalışdım, amma bacarmadım. Sən özün onu islah elə. Və yaxud da ki, ey Allah, mən əlini ədəbləndirmək üçün çox çalışdım, amma bacarmadım. Sən özün onu ədəbləndir və ya islah elə. İkisi də eyni mənadır. Bugün bir çox valideynlərin yaşadığı problem. Ata-ana övladını düzgün tərbiyə etmək üçün əlindən gələn edir, lakin bəzən müvəffəqiyyət qazana bilmir. Fudeyl burada ümidsizliyə qapılma, əksinə əl açıb Allah Teala'ya yalvardı. Allah da onun duasını qəbul etdi. Nəticədə Əli ibn Fudeyl atasının yoluna gedən böyük bir alim və zahid oldu. Onun haqqında hətta alimlər kitablarında yazdılar. Baxın, nə deyir Nəsai? O etibarlı və güvənləsi bir insandır hədis elmində. Nə deyir Hafiz Əbu Bəkir Xətib? O zahidlik və təqvada çox yüksək məqam sahibi idi. Hətta baxın, nə deyir Abdullah Mübarək? Onun oğlunu tarifləyirlər ha. Atasını deyil, atası tanımış. Oğlunu tərifləyirlər. İnsanların ən xeylisi Fudeyl ibn İyasdır. Ondan daha xeylisi oğlu Əlidir. Ondan da daha xeylisi oğlu Əlidir. Baxın. Nədir Sufyan ibn Uyeynə? Mən Fudeyl və onun oğlundan daha çox Allah qorxusu olan başqa birisini görmədim. Baxın. Sonunda Əli ibn Fudeyl atasının tərbiyəsində böyük rol oynadığı bir insan oldu. O atasına ibadət və zahidlik yolunda bir köməkçi oldu. Birlikdə namaz qılır, həcc edər, xeyir işlər görər, gecələr ibadətlə keçər və oruç tutardılar. Atası ilə olan münasibət o qədər güclüdür ki, birlikdə yaşadılar. Bir müddət oğlu özündən əvvəl vəfat edib. Yəni, heç zaman məyus olma. Denə ki, Allahım, baxın, ey Allahım, mən oğlumu və ya qızımı, adını denə, islah etmək üçün çox çalışdım, amma bacarmadım. Sən onu özün islah elə. Yəni, Allaha həvalə edirsən. Bu ən əzəmətli nədir? Dualardan birisi deyil. Həmçinin deyir, necə dua edim? Baxın, bir neçə duaya toxunacam bu mövzuya çatmasaq belə. Çünki ən əzəmətli dualardan birisi var ki, Peyğəmbərimiz bu duanı etməyi çox buyurardı. Yəni, həqiqətən çox önəmlidir. Necə dua edim? Peyğəmbərimiz bir kişinin namazda dua etdiyini eşitdi təşəhhüddən sonra. Lakin o əvvəlcə Allaha həmd etmədi və Peyğəmbərinə salavat gətirmədi. Bunun üzərinə Allah Rəsul buyurdu. Bu adam tələsdi. Sonra onu yanına çağırıb dedi, sizdən biri dua edikdə əvvəlcə Rəbbini həmd və təriflə yad etsin. Allah həmd sanalar oxu. Sonra Peyğəmbərinə salavat desin. Daha sonra istədiyi şeyi dua etsin. Dünya və axirət. Yəni, səmir bir müsəlman, Allah və onun Rəsulunu sevən mömin bilir ki, Peyğəmbərin yolu ən gözəl yoldur və onun gətirdiyi üsul ən yaxşı üsuldur. Nədə? Duada. Bizə duanı ən gözəl şəkildə necə etməyi öyrədən kim? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. O zaman dua etmək istəyirsənsə, birinci nədir? Allahı tərifləmək. Allahın bəndələrinə olan lütfündən biri də budur ki, o onları istəmədən nemət verir, əvvəlcə bağışlar, ehsan edir. Sonra isə ondan istəyirlər. Bu isə bəndələrin onu həmd və tərifləməyə borclu qaldıqlarını göstərir. Bu səbəbdən də bəndilər ona çox həmd etməlidir. Rəbbim sənə həmd olsun. Duadan əvvəl. Həmd insana bəxş edilən hər bir nemət əhatə edir. İstər insanın hal-hazırda sahib olduğu açıq-aşkar nemətlər olsun, istərsə də gələcəkdə ümid etdiyi nemətlər. Hər bir nemət insanın istədiyi və ya istəmədiyi halda ona verilir. Bütün bunlar yalnız Allahın istəyi ilə baş verir. Denə ki, Allahım, həmd sənə məxsusdur, ey Rəbbim, sənə həmd edirəm. Yəni, öz dilimizdə çoxlu nədir? Həmd etməyi. Çoxlu həmd eylə. Allahım, sənə həmd olsun, sənin verdiyin nemətlərə həmd olsun. Çünki həmdlə başlayarsansa, yəni Allah həmd və tərifə yad etməyimiz özü gözəl bir nemətdir. Həmdin bizim daxilimizdə yaratdığı dəyərli bir şey var.
O nə deməkdir? Yəni Allah Taala'nın verdiyi nemətlərə qarşı öz minnətdarlığını ifadə eləmək. Həmd etmək Allahın haqqını yerinə yetirməkdir və bizi günahlardan və haramlardan uzaqlaşdırır. Allah böyük və ucadır. O öz bənzəri olmayan bir varlıqdır. Ona həmd etmək haqqımızdır və bu ona ibadət etməyimizin vacibliyini göstərir. Bu səbəbdən Quran-ı Kərimdə ən böyük surəsi olan Fatihə surəsi nə ilə başlayır? Elhamdülillahi Rabbil aləmin. Bu da bizə göstərir ki, duadan əvvəl həmd etmək lazımdır. Çünki həmd duanın dəyərini və qəbul olunma ehtimalını artıran ən üstün səbəblərdən, vasitələrdən biridir. Yəni həmd və onun duaya təsiri. Baxın, həmd, yəni elhamdülillah demək. Allahım sənə həmd olsun demək. Duanın ən doğru yolunu göstərən bir istiqamətdir. Biz həmd və duanın bir-birilə nə qədər güclü bağı olduğunu bilməliyik. Həmd etmək, dua edən şəxsin qəlbində dərin təvəzzükarlıq və səmimiyyət yaradır. Onun Allah Taala'ya olan etimadını gücləndirir və onun böyüklüyünü, səxavətini dərk etməsinə səbəb olur. Buna görə nədir? Dua qəbuldur. Qiyamət günü insanların böyük həyəcan içində olduğu bir anda bütün peyğəmbərlər insanların Allahın huzurunda şəfaatçi olmasını istəyəcək, lakin hər biri buna layiq olmadığını etiraf edəcəkdir. O zaman insanlar yalnız Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin şəfaat edə biləcəyini anlayacaq və ona müraciət edəcəkdir. Və Peyğəmbərimiz nə buyurur? Həmən məqamı. Mən gedib Rəbbimizin huzurunda səcdəyə kapanaram. O zaman mənə elə təriflər və gözəl həmdlər ilham ediləcək ki, bunları heç bir sözlə söylənməmişdir qiyamət günü. Sonra Allah mənə buyuracaq: ey Məhəmməd, başını qaldır, istədiyini istə, sənə veriləcəkdir. Şəfaət et, şəfaətin qəbul olunacaq. Baxın, yəni Allah da Rəsulun istəklərini verməmişdən öncə, qiyamət günü belə nəyi deyir? Həmd və tərif etmək. Əslində bu müqam göstərir ki, Allahın xüsusi lütfü ilə açılan bir qapı belə əvvəlcə həmd etməklə mümkündür. Bu dua, yəni dua edənin duasına başlamazdan əvvəl Allah Taala'ya uyğun bir həmd etməsinin nə qədər vacib olduğunu göstərir. Bu səbəbdən dua edən şəxs duasına uyğun bir həmd ilə başlamalıdır. Ehtiyac və istəklərini Allahın şanına layiq bir şəkildə dilə gətirməlidir. Həmd və onun fəziləti haqqında buyurur Peyğəmbərimiz: şübhəsiz ki, Rəbbin həmdləri sevir, tərifləri sevir. Buyurur Peyğəmbərimiz, duanın ən fəzilətlisi Allah'a həmd etməkdir. Həmd etməyi Peyğəmbərimiz dua adlandırır. Düşünün. Deyək ki, Rəbbim sənə həmd olsun. Elhamdülillah, elhamdülillah, elhamdülillah. Sonra dualarını elə. Allahın ən xeyirli qulları ona çox həmd edənlərdir. Həmdlərin ən üstünü əlbəttə ki, insanların Allaha daha yaxın olmasına və Allahın ən çox bəyəndiyi həmdlərin bəziləri. Həmd olsun Allaha, o mənə yetər, o mənim üçün kifayətdir, o mənə yardım edir, o mənə su verən, məni yedizdirəndir. Bax, belə həmdlər. Həmd olsun Allaha, o məni yaratdı və mənə nemətlər bəxş etdi. Ey Allahım, səndən istəyirəm ki, sənin bütün həmd sənə layiqsən. Bütün şükürlərə sən layiqsən. Bax, belənçinə dua etmək. Allah yaratdığın hər şey qədər, Allahın yaratdığı hər şey qədər həmd olsun sənə. Göylərdə, yerdə olanların sayı qədər həmd olsun sənə. Bax, bu dualardan əvvəl çox mühümdür. Allahın, yəni, yaratdıqların sayı qədər deyəndə görün milyardlarca yaratdıqları. Hətta ağacın yarpaqları belə. Düşünə bilirsiniz nə deməkdir? Bu həmdlər dua zamanı insan Allah Taala'ya daha da yaxınlaşmasına səbəb olur. Ona görə də nədir? Həmd, həmd, həmd. Bu bir. Mütləq birinci. İkinci, tərif. Tərifləmək. Buna ərəbində əs-səna deyilir. İnsan ruhu təbii olaraq ona yaxşılıq edəni tərifləməyə və ona minnətdarlıq göstərməyə meyillidir. Ona görə də ona üstünlük edən və yaxşılıq edən birini tərifləyər və ona olan nemətini inkar etməz, yaxşılığını. Bunu ancaq kim edər? İnkar etsə nankör olar. Əgər bu xüsusiyyəti insanlara qarşı mövcuddursa, onda bizi yoxdan yaradan və varlıq aləminin Rəbbi olan Allaha qarşı necə olmalıdır? Deməli, Allahın ən çox sevdiyi budur ki, qulu neyini onu tərifləyir. Allah ki, sayısı hesab nemətlər bəxş etmiş. Bizə hikmət və mərhəməti ilə hərəkət etməyi öyrətmiş. Bizim xeyrimiz üçün bizə yol göstərmiş. Bizə analarımızdan belə daha şəfqətli olmuşdur. O hər cür tərifə və təriflənməyə layiqdir. Tərifin ən gözəl forması
tərif edilməyə ən layiq olan Allaha edildikdə daha gözəl olur. Çünki tərifin zirvəsi mədh edilənə ən uyğun formada olmasıdır. Yəni bunu necə eləmək olar? Həmdi bildik. Tərif necə eləmək olar? Buna bir misal üçün deyirlər, misal üçün. Belə sözlər demək olar. Yəni misal üçün bunu Quran-ı Kərimdən götürülür, ayələrdən, hədislərdən çıxarılır. Əlbəttə ki, deyir ki, bütün ən gözəl tərif nədir? La ilahe illallah kəlməsi. Sonra nədir? Misal üçün duadan əvvəl, ey hər hansı şeyə ol deyən və dərhal olan. Allahın bu adı ilə yaxşısan. Ey gecəni gündüzə qatıb uzadan. Yəni gecəni gündüzə qatan kim ucalata? Ey ölüləri dirildən. Ey xeyrin tək sahibi. Ey göyləri, yerləri misilsiz yaradan. Ey mərhəmət edənlərin ən mərhəmətlisi. Ey göylərdə və yerdə olanların səcdə etdiyi. Heç bir şeyin ondan gizli qalmadığı. Belə gözəl sözlər. Tərifləyirsən uca Allah Teala'nı. Əgər bir insan duasına təriflə başlayarsa, ümid içində olar, o zaman da onun duası nədir? Qəbul olunma. Yəni deyirsən ki, ya mən mukavvirul leylə və nəhar, gecəni gündüzə qatan, ölüləri dildirilən, bütün xeyirlər əlində olduğu, göyləri, yerləri yaradan, misilsiz yaradan, rəhimlərin rəhimlisi. Belə gözəl kəlmələrlə, o gözəl kəlmələri özün də seçə bilərsən. İstədiyin formada seçə bilərsən. Və ya misal üçün, belə demək olar, ey Allahım sən zənginsən, mən isə sənə möhtac olan bir yoxsulam, fağıram. Yəni, belə gözəl kəlmələrdən. Birinci həmd. Sonra Allahın bu əzəmətli adların sayırsan, tərifləyirsən. Sonra üçüncü, Peyğəmbərimizə salavat gətirmək. Peyğəmbərimiz onun əhl-i beytinə. Bunlar duanın ədəbləridir. Yəni, baxın, bir insanın sevdiyi bir şeyi çox yad etməsi məlumdur. Peyğəmbərimizə olan sevginin əlamətlərindən biri də ona çoxlu salavat gətirməkdir. Çünki Peyğəmbərimizə salavat və salam göndərmək ən fəzilətli ibadətlərdən biridir. Bu, Allaha yaxınlaşmaq üçün edilən ən üstün əməllərdən biridir. Şübhəsiz ki, Allah və onun mələkləri Peyğəmbərə salavat gətirirlər. Ey iman gətirənlər, siz də ona salavat gətirin və onu salamlayın. Baxın, Allahın salavat nə deməkdir? Tərif etməsi öz dərgahında. Mələklərin salavat nə deməkdir? Dua. Ümmətin salavat nə deməkdir? Biz Allaha dua edirik. Allahım sənin salam və salavatın olsun. Yəni Resulullahın sünnəsi yayılsın, dünyada ən şərəfli, dərgahında daha da üstün olsun. Dua. Bu duanı bizə buyuran kimdir? Uca Allah Teala. Ona görə yəni bu ayədə məqsəd budur ki, Allah Teala qullarına xəbər verir ki, onun Rəsulu uca məqama yerləşdirilib və mələkdə ona salavat gətirirlər. Allah bizə də əmr edir ki, biz ona salavat gətirək və gözəl şəkildə salamlayaq. Ona görə bu duaların qəbul olunması, bax, üçüncü nə gəlir? Salavat. Həmçin salavat nə? Günahların bağışlanması, dərdin sıxını aradan qalxması, axirətə dərəcələrin yüksəlməsi duanın qəbul olunmasına vəsilədir. Bunlar hamısı nədir? Duanın ən gözəl üslublarından birisidir. Yəni, bu gəlib dua edərkən nədir? Bunları nədir? Unutmayaq. Həmçinin dördüncü, bəndə günah içindəykən Rəbbindən bir şey istəməyə utanmalıdır. Lakin eyni zamanda insan bir an belə Rəbbindən aslı olmadan yaşaya bilməz, bağlı olmadan. Əgər biz əlləri boş olan məxluqlarsa, dolu olan Allahın xəzinələrindən başqa kimə ümid edə bilərik? Günahlarımız olsa da. Allah günahkarlara möhlət verir, onların günahları örtür və onları tanıyır, onları bağışlayır. Onun rəhməti həm möminlərə, həm də günahkarlara şamildir. Əgər bunu anlayırsansa, onda dua etməzdən əvvəl tövbə ilə bağışlanma dilə. Əstəğfirullah zikri. Əgər sən həqiqətən Allah yanında olanları istəyirsənsə, bu səni özünə qarşı səmimi olmağa yönləndirəcəkdir. Allah Teala buyurur və bağışlama diləyin, sonra tövbə edin. Həqiqətən mənim Rəbbim rəhimlidir. Yəni, burada nədir? Əstəğfirullah və bağışlama diləmək. Nəyə görə? Duaların qəbul olunması üçün. Bu da gözəl ədəblərdən birisidir. Beşinci, belə kəlmələr. Ey Allahım, sən zənginsən, mən isə sənə möhtac bir fağıram. Və ya belə deyə bilərsən. Ey Allahım, əgər günah etmişəmsə, sənin örtməyinə möhtacam. Yəni, əgər haqsızlıq etmişəmsə, sənin bağışlanmana möhtacam. Əgər həddi aşmışamsa, sənin səbir və mərhəmətinə möhtacam. Nə gözəl bir söz. Və ya deyə bilərsən ki, ey Allahım, sənin qüdrətinlə, mənim isə zəifliyimlə, sənin zənginliyinlə, mənim isə yoxsulluğumla, sənin izzətinlə, mənim isə acizliyimlə, sənin
mənə ehtiyac duymadığınla və mənim isə sənə möhtac olmağımla sənə dua edirəm. Gözəl bir kəlmələr. Yəni özün seç. Özün seç. Rəbb bəndə ilə Rəbb arasında onun rəhmətinə daha yaxın olan ən gözəl yol nədir? İnsanın öz acizliyini etiraf etməsi. Bu sözlərdə də etiraf var. Acizəm, fağıram, sənə möhtacam. Yəni sıxıntı içərisindəyəm. Bütün bunlar hamısı nədir? Faydalıdır. Ona görə də heç zaman nədir? Ümidsiz olma. Baxın, həmçinin Allah verdiyi zaman heyrətə salar. Bir qadın buyurur ki, onun qardaşı və həyat yoldaşı evləndikləri gündən etibarən 10 il boyunca övlad sahibi ola bilməmişdilər. Lakin onlar heç vaxt Allahdan ümidlərini üzmədilər. Davamlı olaraq ona yalvarıb dua etdilər və duaların qəbul olunduğu vaxtı gözlədilər. Onların ən çox oxuduğu dua bu idi. Əl-İmran surəsində. Rəbbim, mənə öz tərəfindən salih bir övlad bəxş elə. Zəkəriyanın duası. Yəni, Allahın onların duasını cavabsız qoymadı və onlara bir qız və bir oğlan olmaqla əkiz övladlar verdi. Daha sonra isə bir qızlar da dünyaya gəldi. Neydi o? Rəbbim, mənə öz tərəfindən salih bir övlad bəxş elə. Burada Allahın həb sözü var. Yəni, Rəbb, ya Vahhəb sözü, Vahhəb təmənnasız verən. Ey Rəbbim, mənə öz tərəfindən salih bir övlad bəxş elə. Yəni, bu duanı neyniyək? Dilimizdən düşürməyək. Gözəl dualardan birisi. Həmçin dualar demişkən, baxın, Peyğəmbərimizin ən çox etdiyi dualardan birisi. Sufyan bin Uyeyyn deyir ki, Ayşə anamızdan rivayət gəlir, duanı tərk etməyin və qəbul olunmayacağını düşünüb onu özünüzdən uzaqlaşdırmayın. Siz bilmədiyiniz bir halda elə bir vaxt təsadüf edə bilərsiniz ki, Allah sizin duanızı qəbul etsin. Sonra bu ayəni oxudu. Onlara de, bir deyin görək. Əgər Allahın əzabı sizə qəfil gələr və ya aşkar gəlsə, zalımlardan başqa kim məhv olar? Yəni, kimsə Allahdan xilas edə bilər. Ona görə nədir? Çətinlik zamanı duasının qəbul olunmasını istəyən neynəsin? Baxın, qayda. Xoş vaxtında dua etsin. O insan da biraz duasında quruluq var. Nədir? Ancaq Allahı yada salır çətin anında. Deyir ki, əgər İstəyirsən ki, duaların qəbul olunsun, xoş anda dua elə. Yəni, bugün sənin ehtiyacın yoxdur, yenə dua elə. Peyğəmbərimiz buyurur, kim istəyir ki, çətinlik və sıxıntı anında duası qəbul olunsun, firavanlı və geniş vaxtında da çox dua etsin. Allahı xatırlasın. Abu Darda nə buyurur? Abu Darda, Allah rifah vaxtında çağırır ki, o səni çətin günündə tanısın. Dua etməyi tərk etməyin, çünki dua bəlalara qarşı sipərdir. Baxın, nədir Əli ibn Hüseyin, Zeynul Abidin imamlardan? Mən dua etməyi tənbəllik edən bəndəyə heyrət edirəm. Dua enəcək bəlalara qarşı bir sipərdir. Hər dəfə dua etdikdə başına gələcək bəlalar dəf olunur. Əli ibn Hüseyin qorxduğu bir şey oldu, dərhal neyniyəyə dua edərdi. Həmçin, baxın, nə deyir Salman Farisi? Əgər bir insan rifah və rahatlıq içində olduğu vaxtlarda dua edərsə və sonra çətinliyə düşükdə dua edərsə, mələklər onun səsini tanıyıb deyərlər, bu səs bizə tanış səsdir. Sonra həmin insanın duasına şəfaətçi olalım. Ey Allah, onun dualarını qəbul edir. Lakin insan yalnız çətinliyə düşükdə dua edərsə, mələklər belə deyərlər, bu səsi tanımırıq. Sonra onun duası deyir, qəbul olunmaz və ona şəfaətçi olmazlar deyir. Yəni, hər zaman, hər vəziyyətdə insan nə etməlidir? Duanı çoxaltmalıdır. Baxın, nə deyir Abu Darda? Duanı çoxaldın, çünki qapını çox döyən üçün onun açılması yaxındır. Baxın, soruşdum ki, deyir, alimlərdən birisi, başqa bir alimdən, məni Allaha yaxınlaşdıran bir şey öyrət. O dedi, səni Allaha yaxınlaşdıran şey ona dua etməyindir. İnsanlara yaxınlaşdıran şey isə budur ki, onlardan bir şey istəmə. İstəsən səni tərk edəcəklər. Baxın, nə deyir Əvza-i Allah-u Teala duanın ən fəzilətlisi Allah-u Teala israrla dua etməkdir. İsrarla, davamlı neynirsən, istəyirsən. Baxın, nə deyir alimlərdən birisi? Uşaq kim ol? Nədir? Bir şey istədikdə sənə verilməyincə əl çəkmə. Uşaq atasından bir şey istədikdə, əgər ona verilməzsə, atasının, yəni, neyniyər? Əl çəkməz. Ən sonunda valideyn neyniyir? Verir. Sən də belə ol. Allaha qarşı. Əgər Allahdan bir şey istəyib almasan, otur və israrla dua etməyə deyir, davamlı ol. Baxın. Yəni, bu,
əgər duamızın qəbul olmaq istəyirsə, bu incəliyə nədir? Diqqət yetirməliyik. Yəni, bunu yerinə yetirsək, bunlar hamısı nədir? Duanın gözəl ədəbləridir. Dua edən insan. Şərt deyil oradakı kimi, mətndə kimi deməlisən. Xeyr, bacardığın formada Allaha həmd səna elə, Allaha şükürlər elə. Ondan sonra Allah Taala'dan istəklər elə və bir də çox önəmlidir, evlatlarımız üçün o duanı unutmayaq. Kimin duasıydı o? Fudayl ibn Üyanın duası. Nə demişdi? Allahım, mən oğlum əlini islah etməyə bacarmadım və ya çətinci etdim. Sən onu mənim yerimə islah eylə. Düşünün duanın əzəmətinə baxın. Sən onu mənim yerimə nədir? İslah eylə. Ona görə də dualar bu həqiqətən də nemətdir və xüsusən də ki Ramazan ayında. Gəlin biz də dua eləyək. Verilişimizin sonunda amin Çok deyək. güzel dualar idi hocam. Amin. Allah razı olsun Evet, sizden. Çok güzel dualar Çox öğrendik. möhtəşəm bir duadır. Amin deyən dillər var olsun. Allah dualarımızı qəbul eləsin. Ya Hayy ya Qayyum, ya Zəlcəlal və İkram. Allahım səndən istəyirik. Şəhadət edirik sən Allahsan. Səndən başqa ibadətlə haqq məbud yoxdur. Sən təksən, heç kəsə möhtac qalmayan, doğmayıb, doğulmayan və tayı bənzəri olmayansan. Allahım sənə yalvarırıq, həm sənədir. Səndən başqa ibadətlə haqq məbud yoxdur. Təksən, heç bir şərikin yoxdur. Ya Mənnan, ey göyləri yeri yaradan, ya Zəlcəlal və İkram. Sənin heç nəyə ehtiyacın yoxdur. Bütün yaratdıqlarının sənə ehtiyacı vardır. Yaratdıqların sayı qədər sənə mübarək həmd-i sənalar olsun. Sənin sonsuz salamın, xeyir-duan olsun Peyğəmbərimizə, onun əhli beytinə, əshablərinə. Ya Rəhman, Ya Rahim, Ya Qaffar, Ya Qarib, Ya Mucib. Sənə Adəm Peyğəmbərin dua etdiyi kimi dua edirik. Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, bizə mərhəmət etməsən, şübhəsiz ki biz ziyana düçar olanlardan olarıq. Ya Səməd, Ya Cabbar, bütün varlıqlar sənə boyun əyər. Sən əmr edilən deyil, əmr verənsən. Sən məğlub deyil, qalib olansan. Ya Cabbar, sənə möhtaclığımızı bilirsən. Göz yaşları içərisində sənə dualar edirik. Dualarımızın qəbuluna mane olan bütün günahlarımızı bağışla. Ey əzəmətli adlar sahibi, bir miskin qul kimi səndən diləyirik. Sənə müti, itaatkar yalvarışlarla yalvarırıq. Ey hər şeyə gücü yetən, yoxdan var edən Rəbbimiz. Biz sənə güvəndik, sənə iman gətirdik. Əllərimizi sənə açdıq. Sən güclüsən, biz zəif. Sən zənginsən, biz fağır. Ya Latif. Yunus Peyğəmbərin duası ilə biz acizlər qapına gəldik. Səndən başqa ibadətlə haqq məbud yoxdur. Sən paksan, nöqsanla uzaqsan. Bizlər isə öz nəfsimizə zülm etmişik. Sən öz rəhmətinlə sıxıntılarımızı aradan qaldır Allahım. Xəzinə sənin əlində olan hər bir xeyri səndən istəyir. Xəzinə sənin əlində olan hər bir şəndən sənə sığınırıq. Allahım, nemətin dayanmasından, bəxş etdiyin salamatlığın dəyişməsindən, qəfil intiqamından və bütünlüklə qəzəbindən sənə sığınırıq. Ya Razzaq, Ya Vahhab, ruzumuzu bol bərəkətlə ilə, Ya Məndən, Ya Zəlcəlal və İkram, sənə qarşı həmişə gözəl zəndə olmağı bizə bəxş elə. Sənə hər işimizdə təvəkkül etməyi bizə nəsib elə. Sənə dost doğru ümid edən bəndlərinə elə bizləri. Sən bizim atanamıza soru sualsız birbaşa cənnətə girməyi nəsib elə. Ya Rabbel Aləmin, Ya Əkrəməl Əkrəmin, Ya Hayy ya Qayyum, Ya Zəlcəlal və İkram. Sənə şükürlər olsun bu gözəl vətənimizə görə, əmin-amanlığımıza görə ey Rəbbimiz. Əmin-amanlıq içərisində oruclar tutur, namazlar qılır, sənin adını uca tuturuq, dualar edirik. Əmin-amanlığımız, sabitliyimiz, müstəqimiz daimi olsun. Allahım, sən bizim bu gözəl vətənimizi məkir düşmənlərimiz hilələrindən qoru. Üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Ölkəmizə həmişə bütün gözəl nemətlərini ver Allahım. Sən bizim əskər zabitlərimiz qoru, onlara güc qüvvət ver, sağ-salamat ailələrinə qovuşdur. Ey Rəbbimiz, şəhidlərimizə qəni-qəni rəhmət eylə. Ey Rəbbimiz, sən rəhbərimiz İlham Əliyev cənablarını qoru, işlərinə müvəffəq eylə, uzun ömürlər bəxş eylə. Allahım, sənin gücünlə səndən kömək istəyirik. Sən güclüsən, biz zəif, biz sənə möhtacıq ey Rəbbimiz. Evladlarımızı bağışla, evladlarımızı salih qullarından eylə. Ey Rəbbimiz, borcu olanların borcuna ödəməyə yardım eylə, xəstələrimizə şəfa ver. Övladı olmayanlara gözlərinin nuru olacaq salih övladlar bəxş eylə. Dünyasını dəyişən valideynlərimizi yeni cənnət eylə. Sən bizləri valideynlərimizə bərabər Firdovs cənnətində bir yerdə olmağı nəsib eylə. Ey ucalar ucası, ey kainatın sahibi, Ya Məlikəl Mulk, Ya Rabbel Aləmin, Ya Samad, Ya Quddus, Ya Əziz, Ya Cəbbarus Səməvat vəl Ard. Göz yaşları içində dualar edirik. Halımız sənə bəllidir, sənə möhtacıq. Sənsə heç nəyə möhtac deyilsən. Ey Rəbbimiz,
səndən istəyirik. Övladlarımızın imanını, dinini, bütün işlərini sənə əmanət edirik. Ən gözəl qoruyan sənsən. Övladlarımızı gözümüzün nuru elə, övladlarımızın başını uca elə. Allahım, sən bizi də, nəslimizi də namaz qılanlardan elə. Övladı olmayanlara gözlərin nuru olacaq, salih övladlar bəxş elə. Bütün müsəlmanların övladlarını islah elə. Övladlarımızı doğru yola yönət. Onlara can sağlığı və bol ruzu bəxş elə. Övladlarımızı islah elə və ucalt. Övladlarımız sənə itaat edən, səni sevən bəndələrindən elə. Övladlarımızı cin və şeytanların fitnəsindən və vəsvəsəsindən qoru. Ey Rəbbimiz, övladlarımızın qəlbini sevginlə, nurunla doldur. Övladlarımızı çox sevdiyin, razı qaldığın qullarından eylə. Ya Hayy, Ya Qayyum, kimin nə sıxıntısı varsa aradan qaldır. Ya Rabbəl Aləmin, həyatımız boyu sənin qəzəbinə düçar edəcək əməllər etməkdən bizi qoru. Dünya həyatını bizim üçün rahatlaşdır. Sıxıntılardan və üzüntülərdən bizi qoru. Biz sənin aciz bəndələrik. Bizi tək kimsəsiz buraxma, qoyma. Biz öz nəfsimizə tərk etmə. Yoxsa biz çətinlikləri dözə bilmərik. Sənin yardımın olmadan heç nəyə nail ola bilmərik. Ey Rəbbimiz, bu gözəl gecədə dualar etdik. Dualarımızı qəbul eylə. Mal dövlətimiz, övladlarımızı çoxalt və bizə bəxş etilən bərəkətlə eylə. Ömrümüzü sənin itaətinlə keçirməklə uzat. Əməllərimizi gözəlləşdir. Dualarımızı qəbul etməklə biz aciz qullarını sevindir. Rəhmətinlə yardım diləyərik. Bütün işlərimizi səhmana sal, yoluna qoy. İşlərimizi doğru eylə. Bir göz qırpımı belə bizi öz ixtiyarımıza buraxma. Amin, amin, amin.